Okey, əla, səs gəlir. Vso. Başlaya bilərik. Dünən biz danışdıq həyat səviyyələri üzrə yüksəlməkdən. Dünən biz danışdıq ki, biz necə eləyə bilərik ki, ümumiyyətlə birinci həyat səviyyəsindən 2-yə, 2-dən 3-ə keçid eləyə və s. və s. Ümumiyyətlə bu dövrdə tövsiyə eləyir. Okey. Instada sadəcə olaraq canlıda filtr kullanılır, istifadə edilir. Zoom'da isə bu filtr yoxdur. Mən Zoom'dakı görüntümü daha çox sevirəm. Instagramda biraz daha blur görürəm üzümü. Okey. Və Zoom vasitəsilə mən sizinlə həmçinin də sxemlər çəkə bilirəm ekranda, izahlar eləyə bilirəm və s. və s. Bu mənə daha xoş gəlir. Yəni düşünürəm ki, bu daha yaxşı olur. Aysel xanım mənə dönəm-dönəm zəhmət olmasa çatda yazın. Ümumiyyətlə səs görüntü necədir? Donur, donmur, yaxşı eşidilirmi və s. və s. hamısını mənə yazın. Mən tam dəqiq bilim ki, hər şey yaxşıdır, hər şey yolundadır. Deməli dostlar, biz dünəndən sonra mən sizdən dəhşət çox geri dönüşlər aldım. Və bu geri dönüşlərdən belə başa düşdüm ki, siz artıq 30-dura bilirsiniz, belə deyərlər. Rahatdır həzm eləmək, üçüncü həyat səviyyəsi ilə bağlı hər hansısa bir məlumatları və s. və s. və bu mənə biraz daha cəsarət verdi ki, biz bugün sizinlə daha cəsur addımlar ataq, daha irəli gedək, daha çoxunu eləyək sizinlə bərabər. Ona görə də bugün biz danışacağıq ümumiyyətlə auramızı formalaşdırmaqdan və ümumiyyətlə auramızı formalaşdırmaq, bunun ardınca da gəlir çevrəmizi qurmaq istədiyimiz kimi, status formalaşdırmaq həyatımızda. Əlbəttə ki, daha çox pul, daha çox imkanlar, daha gözəl insan münasibətləri, daha çox həyatdan dəstək və s. bunlar hamısı da bu zaman gəlir. Və çoxunuzun ən çox soruşduğu sual məndən emosional baqajla bağlı idi. Bu arada bura gələrkən kim sırf emosional baqaj sözündən təsirlənib gəlib, çatda sizlər 8 rəqəmini qoyun. Kimə ən maraqlı olan hissə bu olubdu? 8 rəqəmini çatda qoyun, sizi görüm. Çünki uzun müddətdir mən özüm fərqində olmadan belə bir söz istifadə eləmişəm. Ümumiyyətlə, mən Instagramda reelsları çəkərkən öncədən hər hansısa bir skript yazılmır, əzbər danışılmır. Mən maşın sürə-sürə sadəcə içimdən nə gəlirsə, potokda o enerji ilə mənə nə gəlirsə, mən onları danışıram, onları ifadə eləyirəm sadəcə olaraq. Editləmədə də demək olar ki, kəsiklər olmur orada, arada dərin nəfəs almışamsa sadəcə onları kəsir. Yəni sırf axışda yazılan videolardır. Mən sonra başa düşdüm. Bəlkə də minlərlə sorğular gəldi. Və o sorğulardan sonra başa düşdüm ki, mən özüm də bilmədən yeni bir termin yaratmışam, yeni bir söz yaratmışam və düz bu sözün əlbəttə ki, müəllifi mən deyiləm. Sadəcə olaraq tez-tez işlətdiyim son 3 ayda yeni bir söz formalaşıb və və o söz sonra mən başa düşdüm ki, sizlərə çox maraqlı gəlib və biz necə eləyə bilərik ki, o söz ətrafında daha çox işləyək. Okey, dostlar, donuram. Donuram yazmısınız. Bircə dəqiqə düzəltməyə çalışacağam mən. Tak. Instagramda hər şey yaxşıdırsa, smayliklər qoyun. Mən keçirəcəyəm. Tak, bircə dəqiqə. İndi yaxşıdırmı hər şey? Instagramda kommentləri açım mən. Instagramda kommentlərdə yazın, görüntü, səs, hər şey yaxşıdırmı? Görürsünüzmü məni? Okey, Instada əladır hər şey. Əla, sevdim. Okey. Dünən də kimsə deyirdi, nəsə belə görsənirsiniz. Bugün kimsə deyir, nəsə elə görsənirsiniz. Dostlar,
Dostlar, niyə düşünürsüz ki, sanki başqası özünü nəsə pis hiss eləməlidir, mütləq və s. və s. Nə ilə əlaqəlidir bu, başa düşmürəm mən sizi. Asiya xanımdan xahiş edəcəm bugünkü mövzunu Instagramda yazsın aşağıda, mən bərkidim. Nəysə, biz davam edirik. Davam edirik. Çünki əhvalımız yaxşıdır, çünki enerjimiz yaxşıdır və mən sizə bir tövsiyə verəcəyəm. Aa, Tövsiyəm odur ki, Netflixdə çoxlarınız artıq baxmısınız, amma Zeytin Ağacı deyə bir film var. Onun 3-cü sezonu da çıxıb. Ona baxın mütləq. Mən sizə tövsiyə eləyirəm. Çox tövsiyə eləyirəm. Kimlər baxıb, 6 rəqəmini qoyun. Çünki məhz Zeytin Ağacı deyə filmdə birinci həyat səviyyəsi çox qəşəng işlənilir. Yəni birinci həyat səviyyəsi ilə bağlı çox rahat film, yəni birinci həyat səviyyəsinə necə çıxmaq olar, bunu izah eləyir başdan sona. Düzdür, əlbəttə ki, dərin texnikalar və s. vermir. Orada mənim kimi təlimlərdə olduğu kimi bunu etmir, amma tam olaraq başa düşmək üçün dərindən ki, ümumiyyətlə valideynlərimizin, nəslimizdən gələn məsələlərin, onların bizə təsiri nədir? Bunu yaxşı ifadə eləyir. Və filmin 3-cü sezonunda maraqlı bir ifadə var. Baş rolda olan xanım maraqlı bir ifadə işlədir ki, deyir, ümumiyyətlə öz üzərində işləməzdən öncə oğlan deytdə sual verir ona ki, öz üzərində işləməzdən öncə və öz üzərində işləməzdən sonrasını necə ifadə eləyərsən? Nə dəyişib sənin üçün? Qız isə belə cavab verir ki, əvvəllər dalğaların içərisində idim mən sanki və boğuşurdum. İndi isə dəyişən tək şey odur ki, mən artıq kənardan dalğaların gözəlliyinə baxa bilirəm. Yəni təslimiyyətə keçmişəm. Qısaca çox qəşəng bir izahdır bu ki, mən əvvəllər yenidən terapiyalardan üzərində işləməlisən və s. Həqiqətən çoxunuz bəlkə də belə hiss eləyirsiniz, mən də bu cürə hiss eləyirəm. Həqiqətən də öz üzərində, öz duyğuların üzərində, emosional baqajın üzərində işləməzdən öncə həqiqətən də dalğaların içərisində boğuşurmuş kimi bir hiss gəlirdi mənə də və öz üzərində işləyəndən sonra duyğuların fərqinə vardıqdan sonra sənə artıq belə gəlmir. Sən artıq o dalğaların içində boğuşmursan, sadəcə həyatı kənardan izləməyə alırsan və bunu bacarmağa başlayırsan. Və təslimiyyət də əslində budur. Mən həmişə deyirəm, milçək kimi özünüzə kənardan baxmağı bacarın. Çünki bir şeyə nə qədər çox yaxından və içəridən baxırsınız, bir şeyə nə qədər çox içinə düşürsünüz, o qədər də balaca bir şey sizə xaos kimi görsənməyə başlayır. O qədər də sizin proqramlarınız daha çox qabarmağa başlayır və o qədər də həyat çətinləşir sizin üçün. Amma bir şeylərə nə qədər çox uzaqdan, nə qədər təslimiyyətdə, nə qədər olması gərəkən buymuş kimi baxa bilirsiniz, nə qədər çox xidmətə, nə qədər çox təslimiyyətə keçə bilirsiniz, o qədər də çox xidmətə keçə bilirsiniz həmçinin. Niyə? Çünki enerjiniz özünüzdə qalır. Əgər siz kənardan sadəcə gözəldir deyə baxılması gərəkən bir şeyə, belə deyərlər də, girirsinizsə içinə onun, boğuşursunuzsa ki, həyatla boğuşmalı deyilik biz, əlbəttə ki, həyat çətinləşir hər birimiz üçün. Və emosional baqaj sözü əslində ona görə çoxlarınızın başa düşdüyüm ki, xoşunuza gəlib. Çünki o baqaj ki var, emosiyalarımız, hansılar ki həzm eləyə bilmirik, baqaj kimi bizə yığılır. Çünki həzm eləyə bildiyimiz duyğular çox faydalıdır, bizi insan eləyir. Yəni, gündəlik keçirdiyimiz duyğularımız ki var, normal insan kimi negativ, pozitiv, yüksək, aşağı frekanslı fərqi yoxdur. Bu duyğular, bu emosiyalar, bunlar hamısı həzm eləməyi bacarırıqsa, özümüzə sığışdırmağı bacarırıqsa, bunlarla çalışmağı, bunların fərqində olmağı bacarırıqsa, bunlar bizim bütün həyatımızın gözəlliyini təmsil eləyir və bizi bir insan kimi xoşbəxt yaşadır həqiqətən də. Xoşbəxtlik də təkcə pozitivdə yox, həm də negativdə də görmək lazımdır. Yaşadığımızı həqiqətən hiss eləyirik, həyata təslimiyyətə keçirə bilirik, gözəl yaşayırıq. Amma hansı duyğular ki, həzm eləyə bilmirik, hansı duyğular ki, keçmişdə o gestalt dediyiniz şey var, bağlanmayan gestalt kimi qalıbdır, ilişib qalır o duyğularda və dəfələrlə eyni duyğunu yaşamağa məhkum oluruq. Məsələn, bir insan hər ay, məsələn üçün, gəlin bir neçə maraqlı bir situasiyalar deyək, çoxlarının yaşadığı. Məsələn, kimlər hər ay pul hesabı eləməkdən yorulub, 8 işarəsi qoyun çatda.
Məsələn, bu bir ssenaridir, düzdür? Bir duyğudur bu. Hər ay pul hesab eləməkdən yoruluram. 8. Yəni hər ay pul hardan gələcək, nə qədər xərclədim, sıxım özümü, biraz da belə olum, biraz da simicliyim və s. və s. Hı hı. Burada hansı duyğu var məsələn? Hansı duyğunu təkrar-təkrar yaşayırıq belə olanda, pul hesabını hər ay aparanda və bu artıq bir qanuna uyğunluq bir dəfə baş verir bir şey. Bir də var ki, İngiliscə bir söz var, pattern, qanuna uyğunluq. Bir də var ki, qanuna uyğunluq kimi hər dəfə baş verir. Bunun altında hansı duyğu var məsələn? Hər ay pul hesabı aparan, pula görə narahat olan bir insan hansı duyğunu altdan yaşayır və təkrarlayır? Hı -hı. Daha çox burada məyusluq duyğusudur, düzdür? Və yaxud da günahkarlıq duyğusu. Hı -hı. Təşviş duyğu deyil, daha çox təşviş hal və vəziyyətdir. Bəli, məyusluq, narahatlıq, mən məyusam. Ya da mən günahkaram, pul qurtardı deyə, bitdi deyə. Məsələn, hesabın sonunda nə hiss eləyirsən? Hesablamağa başlayanda daha çox çarəsiz, məyus hiss eləyirsən. Hesabın sonunda böyük ehtimal ki, günahkar hiss eləyirsən. Daha sonrasında isə necəsini düşünərkən daha çox mübarizədə və itirmə qorxusunu hiss eləyirsən. Düzdür? Bu qıtlıq bilinci deyə bir şey yoxdur əslində. Qıtlıq bilinci deyəndə siz başa düşmürsünüz. Olmayan bir şey həll eləməyə çalışırsınız. Əslində duyğulardır. Və üzüntü nədir? Məyusluq. Düzdür? Nəsə çatmır, mənə gəlmir hissi. Mhm. Və bu nə baş verir? Uşaq vaxtından zaten yaşadığım bir duyğudur. Ana atanla kontaktda yaşamısan bunu. Pulla yaşamamısan. Ana atanla kontaktda yaşamısan bu duyğunu. Mama sənə məyus hiss elətdirib ya da ata məyus hiss elətdirib. Mama ya gəlməyib ya ata gəlməyib. Hansı ilə hansı emosional kaçeli yaşamısan. Və eyni o yerləncəyi, duyğusal yerləncəyi, baqajı sən uşaq vaxtı bunu həzm etmədin. Bu səndə ilişdi qaldı bu şey təhlükəsiz və üzüntülü bir şey kimi. Sonradan eyni şeyi biz daha çox pula və münasibət yaşadığımız insanlara köçürürük. Çox rahat. Çünki həyatımızda ən nəhəng fiqurlar, znaçimli fiqurlar, ən nəhəng fiqurlar, ən önəmli fiqurlar böyüdükdən sonra nə olur? Ana-ata yoxdur artıq. Düzdür? Hətta həyatdadırlarsa belə yoxdur. Bizim həyatımızda böyüyəndən sonra ən önəmli fiqurlar olur pul fiquru və münasibətdə olduğumuz adam fiquru. Ya da ola bilmədiyimiz adam. Xəyallarda olan biri. Və biz köçürmə edirik burada. Çünki biz ana-atamızla yaşadığımız bir duyğu var. Hansıda ki biz öyrəşmişik, həmişə o duyğunu yaşamışıq. Böyüdük, köçürmə ilə həyatımızda nəhəng hansı fiqurlar varsa böyüyəndən sonra ona köçürürük. Ev fiqurudur, üçüncü gələn. Düzdür? Ən birinci gələn nə idi? Pul fiquru, münasibətdə olduğumuz adamın fiquru və sonra daha çox ev, maşın, biznes fiquru və s. Nəsə ana-atamızla əlaqəli deyil. Məsələn, onda deyir ki, bu ana-ata elədi bunu. Yox. Sadəcə olaraq sonradan yaşadığımız şeylər, hisslər, emosiyalar. Bunlar biz ilk dəfə uşaqlıqda yaşamışıq. Uşaqlıqda öyrənmişik. Və eyni etalon üzərindən sonradan köçürmə eləyirik sadəcə olaraq. Və bu köçürmələri işləsək, bizim həyatımızda buna proyeksiya deyirik də biz psixologiyada. Yəni proyeksiyaları işləsək biz uşaq vaxtında ana-ata ilə kontaktda məyus olmuşam davamlı tutaq ki. Sonradan məyusluq duyğusu mənə çox güvənilir bir duyğu kimi gəlir, ev kimi gəlir. Düzdür? Sonra da mən bu məyusluq duyğusunu böyüyəndən sonra daha znaçımı, daha önəmli fiqur olan pul fiquruna. Çünki artıq ana-ata yoxdur, böyüdüm mən. Pul fiquruna köçürürəm və eyni emosional yerləncəyi, emosional kaçerini mən başlayıram pul fiquru ilə bağlı yaşamağa. Düzdür? Pula görə məyus oluram. Başlayıram pulu hesablamağa. Eyni şey münasibətlə bağlı soruşur çoxlarınız. Uşaq vaxtı, məsələn, tutaq ki, münasibətlərdə ən çox nəyi hiss edirsiniz siz? Ən çox nə alınır və yaxud da nə alınmır?
Tutaq ki, mənim illərdir davam edən paternim belə bir şey idi. Artıq qırmışam bunu. Amma belə bir şeydi, illərlə davam edən, hətta uzun müddət mən münasibət yaşadığım insanla belə davam edən şey o idi ki, mən özümü rədd edilmiş hiss eləyirdim münasibətin, hətta sevilməyin içində belə rədd edilmiş hiss eləyirdim özümü. Niyə? Çünki davamlı həyatıma rəfiqə kimi belə soyuq insanları çəkirdim. Yəni kimlər ki, soyuq da nə mənada? Əlbəttə, rəfiqələrim belə mənə deyirdilər ki, səni çox istəyirəm, qucaqlayırdılar məni. Bunlar hamısı var idi, amma emosional soyuq idilər. Fiziki soyuq deyildilər. Emosional soyuq idilər və mən emosional olaraq rədd edilmiş hiss eləyirdim. Yəni məsələn, tutaq ki, atıram, bir çətinə düşəndə tək qalırdım daha çox və s. Və sonra mən fikirləşəndə ki, niyə mən rədd edilmiş hiss eləyirəm emosiyalarımla bağlı? Sonra mən başa düşdüm ki, bu sadəcə proyeksiyadır. Uşaq vaxtı mən atamla kontaktda, anamla da çox zaman kontaktda, mənim emosiyalarım rədd edilmiş kimi hiss edilmişəm. Baxın, mövzu da biraz spesifikdir məndə məsələn. Mən fiziksel anlamda heç vaxt rədd edilmiş hiss eləməmişəm. Ona görə də insanlar dəhşət çox həmişə seviblər məni qucaqlamağı, mənim yanımda olmağı, dostlarım, rəfiqələrim hədiyələr almağı hamı mənə çox sevib. Çünki fiziksel olaraq rədd edilməmişəm uşaq vaxtından. Amma emosional olaraq rədd edilmişəm, belə hiss eləmişəm. Düzdür? İndi spesifik olaraq emosional rədd edilmə, sonra da nə baş verir? Mən həyatıma elə rəfiqələr seçirdim, 25-26 yaşına qədər xüsusilə də. Elə rəfiqələr, elə münasibət seçmişdim həyatıma ki, mən hər tərəfdən okey idi, amma ki, mən emosional olaraq rədd edilirdim. Yəni mənim duyğularım isterik adlandırılırdı məsələn üçün. Mən nəyisə görə pis oldumsa, günahlandırılırdım. Mən məsələn nəsə bir uğursuzluğa uğradımsa, mən olurdum pis adam. Düzdür? Duyğusal. Nədə baş verir bu? Niyə baş verir? Çünki uşaq vaxtından o duyğunu, ona görə yox ki, uşaq vaxtından tutaq ki, bəzən deyirlər, atam heç vaxt mamama xəyanət eləməyib. Niyə mənim ərim mənə xəyanət elədi? Yox, belə köçürmə bu cürə baş vermir. Atam bunu eləmişdi, ərim də bunu eləyəcək. Belə olmur köçürmə münasibətlərdə. Köçürmələr, proyeksiyalar duyğusal səviyyədə olur. Yəni, böyüdüyüm evdə yenə də deyirəm, rədd edilmiş hiss etdim. Duyğusal səviyyədə böyüyəndən sonra elə bir şey seçirəm ki, orada da rədd edilirəm. Bu hər cürə ssenari ola bilər. Mütləq deyil ki, bu olsun birə-bir eynisi atayla, anayla. Yox. Mütləq doğru deyil bu. Sadəcə olaraq sən münasibətlərdə nəyi yaşayırsan, nəyi seçirsənsə, nə duyğular keçirirsənsə, uşaq vaxtından təhlükəsiz sayılan sənə, uşaq vaxtından sənin öyrəşdiyin bir şeydir. Yəni, mənə uşaq vaxtından, yenə də deyirəm də, məsələn, duyğun rədd edilir, normal sayılmır, sən istəyirik çıxasan. Duyğu keçirəndə, hansısa bir qorxu keçirəndə, his keçirəndə, narahat olan və s. sən pis adamsan, belə deyərlər. Bu mənə oturmuşdu ki, duyğusu rədd edilir. Sonradan mən elə insanlar seçirdim ki, hamı məni duyğusal olaraq rədd edir. Hər şey yaxşı idi, amma duyğusal rədd edilir. Və insanlar məsələn mənə qarşı bir hərəkət eləyəndə, onun mənə fiziksel, sanki necə deyə bilərik, fiziksel təsirdə heç vaxt şey olmurdum, amma emosional təsirini başa düşmürdülər mənə bu necə olacaq. Yəni hesaba qatmırdılar ki, bu sözü istifadə eləsəm, məsələn, rəfiqəm var idi o vaxtlar, hesaba qatmırdı ki, Asiyanın yanında mən bu sözü istifadə eləsəm, o duyğusal olaraq nə hiss edəcək? Hesaba qatmırdı bunu. Amma halbuki məsələn həmin rəfiqəm mənə çox qəşəng hədiyyələr alırdı həmişə, çox qəşəng əylənirdik həmişə, tutaq ki də düzdür. İndi mənim də hekayəm buydu. Öz hekayəmi deyirəm ki, bunu qırdım məsələn bu paterni. Ona görə mənim çevrəmin böyük əksəriyyəti dəyişdi. 23-24 yaşından sonra hər şey dəyişdi demək olar. Çünki pulla da münasibətdə mən eyni cürə davranırdım. Elə işlər seçirdim ki, orada mənim yadınızdadır bir dənə viral reelsim var, bir ay əvvəl paylaşmışdım ki, mən müdirim kişi idi, mən ona başa sala bilmirdim ki, mənim qarnım ağrıyır. Bax, sanki hisslər olaraq elə bir işlər də seçirdim ki, özümü pis hiss eləyim orada, amma yaxşı maaş verilsin, amma vəzifəm olsun. Qəşəng vəzifəm olurdu, otağım olurdu, hər şey yaxşı olurdu, amma hiss olaraq rədd edilirdim yenə də, bərbad. Sanki mən orada hiss olaraq yoxam. Nə hiss etdiyim umurunda deyildi insanların da, yəni ki. Anlaşılır mı? Nə demək istədiyim? Yəni yaşadığımız hər şeyi ona görə də
Ya birinci, ya ikinci, ya da üçüncü həyat səviyyəsində. Bayaqdan danışdığım duyğular frekansı aşağı olan duyğular olduğu üçün sırf ana-ata ilə yaşadığımız duyğularla ə, bərabərə gəldiyi üçün bunlar birinci səviyyəli ssenarilərdir, düzdür? Dünənki izahlardan artıq bilirsiniz. Dünəndən başa düşürsünüz. Bayaqdan danışdıqlarımız birinci səviyyədir. Ə, İndi bəs kim soruşur, kimi maraqlandırır? Bəs Asiya məsələn bayaqdan danışır. İki dənə ssenari dedik. Biri münasibətlə bağlı, spesifik ssenarionu izah elədik. Biri isə pulla bağlı, düzdür? İndi həyatınızın hər sferasını bu cürə izah eləyə bilərsiniz. İndi kim soruşar ki, bəs yaxşı bayaqdan birdən danışırıq da ssenarioları, birinci səviyyədən. Bəs ikinci səviyyədən bu necə olur? Kimə maraqlıdır? 9 işarəsi qoyun, 9 yazın chatda. Çünki soruşmursunuz. Sual verin, dərinə inməyə çalışın, qorxmayın. Hı -hı. İkinci səviyyədən bu necə olar? Məsələn, ikinci səviyyədə, ikinci həyat səviyyəsindən yaranan ssenarilərdə isə necə baş verir? Mənim mənə qarşı münasibətimin təzahürü olur hər şey uca. Uca valideynlərimlə yaşadığım şey yox, mənim mənə qarşı münasibəti. Məsələn, deyirlər belə bir şey, bir qadın özü-özünə qarşı simiclik eləmirsə, onun həyatına daxil olan kişilər də ona qarşı simiclik eləməyəcək, tutalım. Bundan gedir söhbət. Məsələn üçün, nə misal verək? İkinci səviyyə mən səviyyəsidir, təkcə həz yox. Həz oradakı keçirdiyimiz duyğudur sadəcə olaraq. Həz, ehtiras, daha çox qürur, aqressiya, bu hisslər. Məsələn üçün, əgər biz valideynlərimizlə keçirdiyimiz duyğuları təkrarlamağı buraxdıqsa, biz gələ özümüz özümüzdə yeni bir şeylər yaradaq. Çünki məsələn üçün, bayaqki misalı götürsək, Asiya emosional olaraq rədd edilir, düzdür? Bu hardan gəlir? Uşaq vaxtı daha çox atası ilə kontaktdan gəldi. Buna üzərində işlədi Asiya, nə bilim 24-25 yaşında. Bunu işlədi o deməkdirmi ki, Asiya bunu sildi, vsyo. Biz silə bilmirik heç nəyi. Emosional baqaj silinmir. Sadəcə sanki ət maşınından keçirilir. Düzdür, həzm elətdirilir sadəcə olaraq. Həzmdən sonra sən artıq yeni və başqa cür bir duyğu yaratmalısan onun yerinə. Çünki boşluq olmamalıdır. Yenə də insan münasibətləri ilə bağlı nəsə bir duyğu yaratmalısan da orada, düzdür? Sən boşluqda qala bilmərsən axı. O hissəni sildin, pozdun, vsyo. Məktəbdə uşaqlar, oğlanlar bizdə liseydə pozanı götürürlər, belə-belə eləyirdilər ki, alın yazım 2-dirsə onu pozuram. 2 yazmasın müəllimə. Biz belə poza bilmərik alın yazını, pozanla vsyo çıxdı, getdi, da heç nə. Yox, kainatda boşluq olmur çünki hər hansı bir duyğunu belə işləyiriksə silmirik onu. Yəni bəzən deyirlər, travma silinməsi. Yox. Elə bir şey yoxdur. Ümumiyyətlə travmalar mənə görə yoxdur. Bu başqa mövzudur, amma duyğular silə bilmirik də. O duyğusal baqajı silmək yox. Sadəcə və sadəcə duyğunu həzm etdik və sonra yerinə yeni bir duyğu yaranmalıdır artıq. Yeni bir şey qoymalıyıq onun yerinə, düzdür? Yerinə qoyduğumuz şey nədir? İkinci səviyyəyə keçirik uje. Yerinə qoyduğumuz şeyi sən özün özünə verə bilməlisən uje. Sonra başlayır Asiya üzərində işləməyə, düzdür? Tutaq ki, 23-24 yaşında Asiya artıq işlədi ki, emosional rədd edilmə nədir, necə kopyalayırmış atası ilə münasibəti, sonra hətta rəfiqələri ilə münasibətə belə və s. və s. Uje duyğunu həzm elədi. Sonra neynəməlidir? Bunun yerinə yeni bir şey qoymalıdır. Bu gələn şey artıq Asiyanın özünün özünə olan münasibəti və özünün özü ilə keçirdiyi duyğulardır. Çünki ikinci həyat səviyyəsinə keçmək istəyirsinizsə, ikinci həyat səviyyəsində sən həyatında hər şeyi proqramlayırsan özünün özünə olan münasibətinlə. Yəni kör təbii şəkildə hər şey baş verirsə, sən sadəcə olaraq ata-ananızla olan münasibəti özünlə münasibətə kopyalayırsan həmçinin də. Amma ikinci səviyyəyə keçmək istəyirsənsə, sən sıfırdan özün öz həyatını necə proqramlamaq, necə qurmaq istəyirsənsə, o şeyləri özün özünə qarşı yaratmalısan artıq. Özünün özünlə münasibətindən, axı mən səviyyəsidir ikinci səviyyə. Yəni özünün özünlə münasibətindən o şeylər artıq doğmalıdır. Yəni qısacası misal çəkək. Yəni tutalım ki, söhbət sıfır rədd edilməkdən gedirsə,
Sırf Asiyadan da gedirsə, bayaqki misal üzərindən, Asiyanın əvvəlləri emosiyaları rədd edilirdisə və Asiya özü özünə qarşı da belə davranırdısa, ağlamaq istəyəndə gülürdü, gülmək istəyəndə özünü saxlayırdı, özü də özünü axı bu cürə öyrənmişdi. Asiya elə gəlirdi ki, bu saat qışqırsa isterikadır, ona elə gəlirdi ki, o ağrıyanda da bunu çox şişirtməməlidir, yorulsa da işləməlidir. No, özünüz bilirsiniz, bizim qadınların çox yaşadığı bir şeydir. Çox da ata ilə kontaktda yaranır bu şeylər. Sonra Asiya artıq ikinci həyat səviyyəsindən özünü proqramlamağa başlayırsa, başlayır yeni bir şey yaratmağa. Bu nədir? Asiya özü özünə qarşı münasibətdə bunu proqramlamağa başlayır. Öz sinir sistemini öyrətməyə başlayır da, düzdür? Çünki öz sinir sistemini öyrətməsə, havadan hər hansısa bir meditasiya ilə və s. hardansa havadan sadəcə mən belə istəyirəm deyə o reallığı mən yarada bilmirəm. Başa düşürsünüzmü? Havadan olmur bu. Proqramlamaq lazımdır. Proqramlamaq üçün bu səfər Asiya artıq duyğunu da işlədi və s. birinci səviyyədən Asiya başlayır nə etməyə? Başlayır artıq öz duyğularının fərqinə varmağa. Neyniyir? Artıq Asiya yorulanda işləməyi buraxır, öz emosiyalarına yumşaq davranır, başa düşür ki, bugün streslidir, özünə hiss eləyir, günahkar mı hiss eləyir indi, təşvişli mi hiss eləyir indi, kortizolu mu qalxdı indi, məyus mu hiss eləyir özünü, başlayır duyğularını araşdırmağa və başa düşür ki, mən özümü artıq emosiyanı rədd eləməmək nə deməkdir? Və beləcə özünü ikinci həyat səviyyəsində proqramlayır. Əlbəttə ki, mentorunun, koçunun dəstəyi ilə. Çünki özümüz sırf sıfırdan özümüz bunu eləyə bilmirik. Nə baş verdi bu səfər? Sinir sistemi ikinci səviyyədə sinir sistemi proqramlanmağa başladı. Necə? Sinir sistemi artıq yeni bir şey görməyə başlayır ki, deməli, mən bir dənə videoda yenə viral olmuşdu, qoymuşdum. Nə qədər baxışı var, bəlkə də 200-300 min olmuşdu, bir ay əvvəl idi ki, yaradan səni sənə əmanət eləyib. Yadınızdadır o video. Bu da ikinci həyat səviyyəsi. Yəni səni sənə əmanət edilib. Sənin sinir sistemin sənə əmanət edilib və sən indi ikinci səviyyədən həyatını proqramlamaq istəyirsənsə, sən sənə necə əmanət edilmisən, sən sənə necə davranırsan, bunu öz sinir sisteminə göstərməlisən bu səfər. Bu səfər nə baş verir? Çox rahat. Sən özünə necə davranırsan, onu başlayırsan fərqinə varmağa. Və sənin həyatın başlayır dəyişməyə hər şey. Çünki əgərsəm ki, mən özümə, yadınızdadır, çoxdan da məni izləyənlər bilir, mən həmişə deyirəm ki, müəyyən bir şeylər var ki, onlar ümumiyyətlə bizim reallığımızda olmur. Məsələn üçün, yadınızdadır, belə bir yenə də misal çəkmişdim ki, timsaha görə biz narahat olmuruq. Timsaha görə biz qorxmuruq. Niyə? Timsah bizim reallığımızda prost yoxdur. Yəni uşaq vaxtından belə proqramlanmayıb bu. Timsah qorxusu, timsah gəlsin, timsah görək canlıdır. Yəni timsah qorxusu, timsaha görə heç kəs narahat olmur. Niyə? Çünki uşaq vaxtından bu bizə proqramlanıb. Yoxdur belə bir şey. Yəni bu reallığımızda yoxdur ümumiyyətlə. Görmürük belə. Hardasa timsah olan yerlərə belə biz kartamızda biz necə deyərlər, planlarımıza salmırıq belə. Çünki o qədər yoxdur reallığımızda. Bəlkə də hardasa timsallar yaşayır, amma ora getmirik belə. Çünki bu bizim reallığımızda yoxdur ümumiyyətlə, görmürük. Hətta hardasa burada, nə bilim, keşlədə falan timsah saxlasalar belə hardasa, nə bilim, Masazır Duz gölündə timsah saxlasadılar, tutaq ki, yenə də sən ona görə narahat olmayacaqsın, başa düşürsən? Yəni, heç cürə bu sən reallığında deyil çünki. Hətta burada yaxınında olsa belə yenə də. Yəni onu seçməyəcəksən. Sadəcə durub qaçacaqsan uzaqbaşı. Seçməyəcəksən. Durub qaçdınsa unudacaqsan sonra ki, hə, yaxşı oldu. Eyni şey, bilirsiniz nə ilə bağlıdır? Niyə bəzi insanlar, çox maraqlı bir şey deyəcəm. Bir dənə film var idi Türkiyədə. Mən sizə deyim, deyin. Adını bilmirəm o filmin, çünki mən şeylə baxmışam ona. Nə deyirlər o? Instagramda görmüşəm də belə deyərlər. Televizorda falan baxmamışam. Türklərdə bu yaxınlarda bir film var idi. Bir dənə qız oynayırdı. Mənim də xoşuma gələn bir aktyor var başrolda. O oynayırdı. Orada belə bir şey gedir ki, qız özünə varlı ər axtarır.
Sonra pulu olmur qızın, varlayır axtarmağa, hara gedirsə kasıb kişilər çıxır qarşısına, gedir özünə əməliyyat elətdirir, bədən şəkilləndirmə, üzü və s. və s. Uşaq vaxtından usta işləyirmiş qız və heç kəs hamı bunu oğlan kimi görürmüş. Və sonra gedir hardansa borc xərc eləyir, stüardessa ilə dostlaşır və gedir biznes klass alır özünə. Yaxın məsafələrə ucuz qiymətə biznes klass uçmağa başlayır ki, məhz biznes klassda varlı bir kişi ilə tanış olsun. Şahanə həyatım. Hə, belə bir kino var idi. Baxın, bu indi kinodur da, bu heç. Amma reallıqda bu bilirsiniz necə baş verir? Reallıqda bəzi insanlar sadəcə ekonom klass uçsalar belə daxili aləmlərində həqiqətən öz həyatlarında böyük pullar yarada biliblərsə, daxili aləmlərində doğrudan da yüksək həyat səviyyəsindədirlərsə, özlərini yaxşı hiss eləyirlərsə, hətta ekonom olsalar belə, hətta metroya minsələr belə, yenə də gedib özlərinə uyğun insanla yaxınlaşacaqlar, yenə də gedib özlərinə uyğun insanı ekonom klassda da, nə bilim, metroda da tapacaqlar. Qalanlarını isə görməyəcəklər belə. Məsələn, baxın necə rəfiqələr hamısı enerjicə bir-birinə oxşuyur. Necə iki partnyor münasibət yaşayan bir-birinə oxşuyur. İki insan təsadüfən görüşmür heç vaxt. Çünki bəzi insanlar sən görmürsən prosto. Görsən belə sən ondan, o səndən necə deyərlər? Timsah kimi gəlir sənin reallığında o şey. O qədər görmürsən, yəni o qədər yoxdur sənin üçün. Bəzi insanlar, baxın, düşünün belə bir şeyi. Bəzi insanlar öncəki bir həftə ərzində düşün həyatınızı. Öncəki bir həftənizi. O bir həftə ərzində bəzi insanları görməmisiniz. Olub belə şey. Yəni sanki ötəri olub, keçib üzünü üzü sizə blur gəlib sanki və yaxud da ötəri keçib sanki. Bəzən nə olur, çox-çox aşağı həyat səviyyəsindəki insan zorla sənin qapını döyür, amma görmürsən onu məsələn, heç görə də bilmirsən onu. Reallığında yoxdur da sanki. Yanına gəlsə də səni itələsə, səni şapalaqlasa belə yenə də görmürsən onu sanki. Çünki görmək var, görmək var. Da indi mənə baxırsınız diqqətlə cizgilərimi, bəlkə də bəziləriniz məni belə görə bilmir, ola bilər, amma cizgilərimə baxırsınız, yadınızda saxlayırsınız. Bunun dişi necədir, dodağı necədir, saçı necədir, qaşı necədir, nə bilim, makyajsızam bugün, dırnağımda lak yox. Tam görə bilirsiniz aydın şəkildə çoxunuz məni. Düzdür, burada şəkil var, burada işıq var, burada aboy var, burada belə şəkil var, burada включатель var və s. və s. Bəli, insan hətta sanki onların səsini belə eşitmir. Çünki sən emosional olaraq o vibrasiyada deyilsən. Sanki o insan bir də təkcə qıcıqlandırmaq yox. Sanki o sənin reallığında bir timsah olur. Yəni o qədər unreal, o qədər sən onunla şey olmursan. Sanki bəzən olar məsələn olub ki elə bir şey evinizə usta gəlib məsələn üçün. Ya da kuryer gəlib tutaq ki. Amma onu heç cürə o yoxdur da elə bil o görmürsüz, olmadı. Sanki səsini də başa düşmədi. Sanki nəsə ötdü, keçdi. Amma bəzən də kimsə gəlir evinizin içərisinə girir, amma onu xatırlayırsınız, onu görə bilirsiniz tam, onun səsini də aydın eşidə bilirsiniz. Bəli, elə buna görə də bəzi insanları biz istəyirik, amma həyatımıza necə? Bəzi insan, mən belə insanlar tanıyıram. Belə xanımlar hansılar ki, zorla, həqiqətən o şahanə həyatımı niyə misal gətirdim? Zorla, siz baxın, indi Bakıda belə bir yeni bir tendensiya var ki, qızlar gəlir, oturur hansısa bir kafelər var, hərdəki varlı kişilər oturur. Təzə bir tema var Bakıda. Haradakı varlı kişilər oturur ki, onlar da gəlir, təəssüf ki, həqiqətən təəssüf ki, çünki mən sevdiyim bəzi restoranlar belə format dəyişdirib artıq. Sevdiyim yeməkləri gedib yeyə bilmirəm artıq, çünki format dəyişdirib, qəribə bir şey olub. Qızlar gəlir ora və yaxud da bəzi kişilər gəlir ora ki, spesifik tipdə bir insanla tanış olsun, sırf orada müəyyən qədər məbləğ xərcləyir, yol qət eləyir və s. Amma yenə də alınmır və alınmayacaq. Yəni yenə də deyirəm, xatırlayırsınız, ilk dəfə illər öncə biznes klasa minməyimi demişdim sizə. Hələ hazır deyildim emosional olaraq. Mən belə heç endirimsiz biznes klas bilet alıram. Mən yenə də məni qovurlar biznes klasdan. Yadınızdadır o hekayə? Təzəlikçi post kimi də paylaşmışdım mən. Eyni şeydən gedir söhbət. Bir şey emosional olaraq hazır deyilsənsə, sən o həyat səviyyəsində deyilsənsə, o vibrasiyanı eşitmirsən və görmürsən. Çünki ötəri olaraq ola bilər ki, yanından
Kimisə keçir. Amma sən onu təyin eləyə bilmirsən. Çox belə hekayələr var ki, insanlar illərlə qapı qonşu yaşayıblar, amma başa düşməyiblər və hiss eləməyiblər ki, əslində ər-arvad olurlar da, sonra belə deyirlər, hazır olanda bir-birlərini illərlə görməyiblər belə qapı qonşusunu. Əslində isə həyat yoldaşı bir divar o tərəfdə yaşayırmış. Çox olur belə hekayələr, məsələn. Çünki o vibrasiya məsələsi var. Sən hazır olanda nəyi görməyə hazırlıqsa, hazırlıq da necə olur? Sən sadəcə özündə olan bir şey, yadınızdadır bunu demişəm. Sən sadəcə özündə olan bir şeyi başqasında da təyin eləyib görə bilirsən. Sənin içində bir şey yoxdursa, onu başqasına təyin eləmirsən deyə, o insan sənin üçün ötəri bir şey olur və görmürsən onu. Çünki belə bir şey deyirlər, hiss eləmisiniz? Cüzi səslər var bəzi. Musiqi təhsili alanlarınız varsa aranızda, bəzi notları, bəzi akkordları, bəzi səsləri sadəcə qulağı olan, yəni o nasmotrенности toplamış insanlar eşidə bilir. Məsələn, falşivo oxuyur kimsə, bunu hamı hiss eləmir, qulağı olan hiss eləyir. Yəni musiqi təhsili çox dərindirsə, notların üzərində akkordlar və s. bunlar hamısını bilirsə, minor nədir, nə bilim, major nədir və s. bunlar bilirsə eşidir sadəcə olaraq ki, burada falşi və səs getdi, nəsə falş getdi burada, səhv getdi, düzdür? Mhm. Eyni şey də həyatla bağlı. Sən səndə olmayan bir şeyi, səndə olmayan bir duyğunu, bir frekans, bir enerji, bir şeyləri sən başqasına görüb təyin edə bilmirsən. Hətta sən gedib zorla şahənə həyatındakı kimi biznes klass bilet alıb otursan belə. Hətta orada sonra qız şikayət eləyir ki, mən niyə bu kişinin sevdiyi, deyir mən axı Fənərbağçəliyəm, amma heç kəsə deməyin kişinin sevdiyi futbol klubuna gedib zorla baxmalıyam ki, o mənim yanımda qalsın. Hmm. Bunu özümüzdə yaratmaq üçün birinci həyat səviyyəsindən bizdə olan emosional baqaj ki var, onu işləyib çıxmalıyıq oradan. Bu emosional baqaj da nədir? Həzm etmədiyimiz şeylərin yığılmış atıkları sanki türklər demiş. Yığılmış bir baqaj, həzm etmədiyimiz duyğulardan və bir şeylərdən ibarət olan bir baqaj. Bu baqaj nə qədər ağırdırsa bizdə, bizim bədən dilimiz, baxışlarımız, hər şeyimiz, enerjimiz ağırlaşır və biz o ağır olan şeylə başqa birini də görə bilirik. Yəni içimizdə sanki timsah oturub, o timsahı görürük çöldə, ancaq timsah görsənir gözümüzə. Bəzən deyirlər, mən niyə bad boyları çəkirəm həyatımı? Çünki o bad boy yaşadığın duyğular səndə emosional baqaj kimi oturub deyə yalnızca belə insanları görürsən. Niyə başqası bad boy falan görmür? Ancaq niyə sən görürsən bu bad boyları? Necə olur ki, bəzi xanımlar yalnızca evli kişilər gəlir ona doğru? Niyə? Yalnızca evli kişiləri seçir. Niyə? Çünki daxilində mən seçilmədim, mən arada qaldım kimi bir emosional bir baqaj var, bir şey oturub orada. Sən ancaq səndə olan bir duyğunu görüb təyin edə bilirsən. Bəlkə başqası sənə başqa bir duyğu yaşadır, amma o sənə qorxulu gəlir. Xatırlayın, qızlar burada çoxdur xüsusilə də. Qızlarım, xatırlayın hamınız həyatınızda, ümumiyyətlə demək olar ki, hamımızın həyatında uşaq vaxtlarında bizim arxamızca qaçan, bizim üçün hər şey etməyə hazır olan, bizə hədiyyələr göndərən, hətta kinolarda belə açkili göstərirlər o oğlanı ki, açkilidir, balacadır, gəlir bizim üçün hər şey eləyir. Elə biri olub mu həyatınızda? Amma ondan iyrənmisiniz sanki. Baxmısınız demişsiniz, fu, gəlmə, fu, istəmirəm, fu, get buradan. Amma gedib harda sizə baxmayan biri var ya da sizə biraz soyuq davranan biri var ona aşık olmaq. 6 rəqəmi qoyun. Yaşamısınızsa. Bütün qızların demək olar ki, məncə həyatında yeniyetmə vaxtı xüsusilə də ya da uşaq vaxtı elə bir bəy olub ki, o doğrudan da balaca olub yaşca. Amma uşaq vaxtı onu belə həqiqətən istəyib. Amma sən iyrənmisən ondan. Çünki o sənin dalınca qaçır prosto da. Yəni sevir, istəyir, sənin üçün hər şey eləməyə hazırdır. Doğrudan da səni yadından çıxartmır. Amma sən iyrənirsən. Fu 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 get 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 fu fu fu. Niyə itələyicidir? Əslində sağlıqlı olan bu da axı. Bir kişi bir qadından xoş gəlirsə, uşaq yaşından fərqi yoxdur, kişidir o. Göstərir gülünə və məktubları cırırdı. Niyə? Niyə? Niyə məsələn? Bu nədir? Bu odur ki, mənim sinir sistemim,
Niyə bəzi qızlar belə? Amma bəzi qızlar da var ki, xoşbəxtdirlər və uşaq vaxtı elə ona belə davranan bir kişi ilə evləniblər sonradan, eynisi ilə. Duxunu gülü başına vurmuşam. Sizin çoxu eləyib, düzdür, çatda yazırsınız. Niyə? Əslində isə tam da bu sağlıqlı, təşvişsiz və seçilmişəm hissi tam da buydu. Amma uşaq vaxtından bəri sən öyrəşməmisən seçilmişəm hissinə. Sən öyrəşmirsən ki, soyuqluq olsun, emosional rədd ediləsən, təşvişlənəsən, emosional kaçeli yaşayasan, düşünəsən dalınca görən mən sevir, sevmir, düşünür, düşünmür, adı yadımda qaldı yoxsa yox. Vecinən deyiləm. Niyə? Çünki sinir sistemi tanımır deyə iyrənir bu şeydən. Bəli, dava, dalaş, təşviş. Hı -hı. Bir də sənə uyğun olmayan insanlara qarşı bədən təhlükə siqnalı verdiyi üçün yüksək dozada ehtiras hiss eləyirsən. İlk dəfə məsələn yeniyetmə yaşlarında. Sinifdə hansı oğlan ki sənə heç uyğun deyildi, ona qarşı ehtiras hiss eləyirdin, o sənə heç o qədər də baxmırdı, o qədər dalınca qaçmırdı. Amma kim ki sənə hədiyyələr alırdı, səni istəyirdi, sənin dalınca qaçır, deyir ki, sənin üçün hər şey eləyərəm, mən sənin yanındayam, mamam da səni çox bəyənir və s. Sənin sinir sistemin onu itələyir. Ona deyir ki, fu fu fu. Blə. İndi bu misal sadəcə bir misaldır həyatın içindən. Demək olar ki, hamının yaşadığı bir şeydir deyə buradan misal verirəm. Amma eyni şey pulla da bağlı var. Düşünün, şok kontent. Yəni pul həqiqətən də qarşınızdadır, amma sinir sistemi onu tanımır hələ. Böyük pulları necə yaratmaq olar, necə götürmək olar? Əslində qarşındadır o fu 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 dediyin yaxşı oğlan kimi. Pul da böyük pullar da düz qarşındadır. Demək olar ki, hamının qarşısındadır. Həqiqətən də. Amma sənin sinir sistemin sadəcə uşaq vaxtından müəyyən duyğulara öyrəşib. Kaçeliyə öyrəşib. Pulla bağlı da bunun sadəcə olaraq pulla bağlı da bunun kopyalayırsan bu duyğunu. Və yenə də pul qarşındadır, sən pulu belə görmürsən. Eyni şey, yenə də deyirəm, fu 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 eləyirsən müəyyən bir fürsətlərə. Niyə? Çünki birinci həyat səviyyəsi budur. Emosional bagaj dediyimiz şey budur. Bagaj niyə bagaj? Çünki bir var ki, uşaq vaxtı mən rədd edildim, bunu həzm etdim, bagaja çevrilmədi. Ya da həll etdim sonradan. Bu keçdi getdi, hamının başına gələ bilər. O demək deyil ki, kimsə xoşbəxt, yəni belə deyirlər də, sonradan həyatını normal qura bilirsə, o demək deyil ki, uşaq vaxtı onun ata-anası rədd eləmir. Söhbət ondan getmir. Sadəcə kim həzm edib, kim həzm eləyə bilməyib, ondan gedir söhbət. Sən uşaq vaxtı hamı rədd edilir. Amma bir uşaq onu baqaj kimi yığır özünə, onu həzm edib özündən ötürə bilmir. O baqaj formalaşdı, içində bir şey kimi formalaşdı, bir baza kimi, etalon kimi. Və o etalon, o baqajla mən gedirəm, o baqaja uyğun mənə davrana biləcək hadisələri, pulla bağlı belə işi, gücü, münasibəti, hər şey ona uyğun seçirəm mən. Bu olur birinci həyat səviyyəsi. Emosional baqaj, birinci həyat səviyyəsi və s. Bu baqajı biz silə bilmirik. Sadəcə həzm eləyə bilirik dostlar. Emosional baqajı silə bilmirik. Həzm eləyirik. Həzm eləyəndən sonra yəni özümüzdən keçiririk. Başa düşürük ki, hə oldu və s. Bunu da əlbəttə ki, biz texnikalarla və s. işləyirik. Özümüzdən keçirdik, sonra keçməliyik hara? İkinci həyat səviyyəsinə. Qəbul eləmirik. Söhbət onda deyil, məsələn, bəzi şeyləri qəbul belə eləməyə bilərsən. Gəlin həzm eləyək deyəndə həzm olunmur. Bunun üzərində uzun müddətli iş lazımdır. Mən 7 ilə yaxındır ki, şüuraltımla, duyğularımla, emosional baqajımla işləyirəm və son 5 ildə məndə gördüyünüz açıq-aydın dəyişim, hər şey, bütün duyğusal, hər şey, həyat səviyyəsi dəyişim və s. hamısı əmək, ilmək, bunu etməyimin hesabınadır. Yəni, emosional baqajım üzərində işləyirəm, birinci həyat səviyyəsi, 2, 3. Çünki birdən 3-ə hoppanmaq olmaz. Biri işləyirik, sonra 2-yə keçirik. 2-yə necə keçdik? 2-yə keçəndə artıq aura yaratmaq istəyirsinizsə, o dediyiniz şey, lüks aura, emosional baqajım olmasın, daha yüngül hiss etdirsin enerjim insanlara və s. və s. Nə baş verir? Nə etməliyik? Biz ikinci səviyyədən proqramlama eləməliyik. Bu səfər nə etməliyik? Biz birinci səviyyədə emosional baqajı həzm etdiksə, ət maşından keçirdik. Həzm elədiksə, ət maşını deməyəm, buna da ad qoyaq. Emosional maşın deyək buna, nə deyək? Şüuraltı maşınkadan keçirdik bunu.
Həzm etdik. Sonra ikinci səviyyədən nə edirik biz? Özünü proqramlayırıq. Dostlar, Mama Papa terapiya həmişə satışda var. Biodakı linkdədir. Oradan keçirsiniz, menecer yazırsınız, menecer sizə göndərir. Birinci səviyyədə, yəni Mama Papa terapiyanı artıq mən təlimlərə salmıram. Bu oradadır, yəni biodakı linkdədir. Oradan keçin, menecerə yazın, elə oradadır. Gedin götürün eləyin. Mama Papa terapiya ən baza, ən belə sanki əlifbadır da, düzdür? Əlifbadır. Biodakı linkdədir, səhv eləmirəmsə. Ya da ki, lüboy bir yerə mom reset yazırsınız, gəlir o. Yəni, çox bazadır da o. Ən əlifbadır, ən bazadır. Onu hər il keçmək lazımdır. Özüm də hər il keçirəm və s. və s. Sentyabrda isə bizim nə olacaq? Prime Era adlı yeni 3-cü həyat səviyyəsi proqramlamasına dair bizim proqramımız olacaq. Bəli, ildə bir dəfə mən onu keçirəm. Əvvəllər ildə 2 dəfə keçirdim. İndi ildə bir dəfə. Mütləq. Sentyabrda isə bizim sırf 3-cü həyat səviyyəsi proqramlaması olacaq. Primera proqramı olacaq. Bunun qeydiyyat linki hələ yoxdur. Hələ yoxdur. Sabah olacaq yəqin ki. Kimin yuxusu gəlməyə başlayır, özünüzə şey eləyin. Etiraf eləyin ki, nədən qaçırsınız? Nədən qorxursunuz? Nədən qaçırsınız? Nə idi sizə təhlükəsiz gələn ki, mən o təhlükəsiz gələn illüziyanı dağıdıram və siz yatmaq istəyirsiniz ki, eşitməyəsiniz. Nədir o şey? Şüuraltı ilə işləmək meditasiya deyil. Yoxlamaq istəyirsinizsə, postların altında ödənişsiz bəzi texnikalar var. Yoxlaya bilərsiniz. Bir də sabah da biz ödənişsiz texnika eləyəcəyik sizinlə webinarda. Sabah da işləyib yoxlaya bilərsiniz ki, bu necə olur. Tak dostlar, gəldik ikinci həyat səviyyəsinə. İkinci həyat səviyyəsində biz nə edirik? Qısacası, auramızı necə formalaşdırırıq? Həyatımızı necə kərpic-kərpic inşa edirik? Bizə axı bu lazımdır. Biz istəyirik ki, özümüz bu kərpici qoyaq, nəticəsində görək. Birincisi, buna resurs lazımdır. Birinci səviyyədən çıxanı bu resursu əldə edirik. Həyatımızda nə nəticə varsa, məsələn, birinin gözəl dərisi, nə bilim, görünüşü, həyatındakı insan münasibətləri, rəfiqəliklər, evi, eşiyi, işi, biznesi, izləyiciləri, reelslarına çox baxış yığması, nə istəyirsə, pulu, parası, həyatında olan dəstək, maşını, nə deyirsinizsə, geyimləri və s. Bunlar hamısı o insanın, istənilən bir insanın kərpic-kərpic inşa etdiyi bir şeydir. Nə qədər təksib etsəz də ki, filan kəsə axı evi əri alıb deyirlər. Əslində isə əri alıb, ya da ki, sevgilisi alıb, kim alıbsa, bu da ilmək-ilmək inşa edib bu insan bunu. Elə bir şey olmur ki, yolda hər hansısa bir belə deyək də, çox loru dildə pis izah eləyəcəm, məni bağışlayın, amma ən tupoy insan belə yolda prosto kimisə gördü, demir ki, gəl sən bir dənə ev tullayım başına, bir dənə sənə maşın tullayım, ya da heç bir kişi demir ki, sırf sən gözəlsən deyə gəlim sənə bir dənə başına Mercedes açarı tullayım. Belə bir şey olmur. Hər bir insan enerjisi ilə, resursuyla, kommunikasiya qabiliyyəti ilə, addımlarıyla və s. bunu inşa edir və nə qədər xüsusən də qadınlar arasında təksib faktoru var, biz inkişaf eləyə bilmirik. Qadın qadını təksib eləyir. Təksib eləyir ki, yox, o heç nə eləməyib, ona kişi aldı. O heç nə eləməyib. Yəni, bir insana nəyisə, kiminsə başqa bir insan alması, başqa bir insanın onun üçün nəsə etməsi o demək deyil ki, o insanın bu şey, o insanın enerjisi və uğuru olduğunu təksib etməliyəm mən. Bu deyil. Fərqi yoxdur ona görə də ki, sən keçənlərdə mənim bir rəfiqəm var. Bir ay öncə idi. Rəfiqəmlə xaricdəyik və xaricidə o. Və o belə bir şey danışır ki, mənim münasibətdə olduğum adam deyir, mənə ev aldı. Amma mən deyir ki, özünü
biraz dəyərsizləşdirir. Belə danışır özü haqqında. Həmin xanım və mənə danışır ki, okey, o mənə aldı, məsələn, o aldı, mən deyəsən heç nə eləməmişəm burada, o evi o alıb. Mənə elə gəlir ki, mən heç nə bacarmamışam və s. Mən isə ona deyirəm ki, bax indi düşün. Həmin o kişiyə xərclədiyin enerjini, sən o kişiyə xərcləməsəydin, eyni enerjini bir biznesə qoysaydın, eyni evi və daha yaxşı onsuz da ala bilərdinmi, yoxsa yox? Oturub fikirləşir, biraz gözlərini yumdu və s. Sonra deyir ki, no, daha yaxşısını alardım. Eyni qədər enerjini, eyni qədər resursu, eyni kommunikasiya qabiliyyətini, eyni həcmləri, eyni emosiyaları mən bir biznesə yatırsaydım, daha yaxşısını da alardım. Sonra bu sualı mən ona verdim, o mənə belə bir cavab verdi. Sonra belə baxdı mənə dedi ki, Asya, həqiqətən bu səfər özümü layiq hiss elədim. Bu səfər başa düşdüm ki, doğrudan da ev mənimdir. Mən bacarmışam bunu. O alıbsa da sağ olsun, amma mən bacarmışam bunu. Və uca oturdu ona sanki qəbullandı bir qadın kimi ki, tamam bu mənim enerjimdir. Mən bunu ilmə-ilmə inşa eləmişəm. Çünki bəli, kimsə sən nəsə bir şey eləyirsə, sən onu o anda ilmək-ilmək öz emosiyaları ilə, öz necə deyərlər, kommunikasiya qabiliyyəti ilə və s. Bunu inşa edib. Bu sıra qəribə suallar verirsiniz, amma məsələn, mən sizdən soruşsam ki, əziz izləyicilərim, bilmirsiniz, bəs Əbülfəz hansı həyat səviyyəsindədir, məsələn üçün? Sizə qəribə gəlməz? Yəni, niyə özünüzdən qaçıb başqası ilə maraqlanırsınız ki, Əbülfəz hansı həyat səviyyəsindədir görəsən, nə bilim, Gülmirə hansı həyat səviyyəsindədir, Gülvedirə hansı həyat səviyyəsindədir. Özünüzə fokuslanın. Nəyinizə lazımdır kim hansı həyat səviyyəsindədir? Yəni, Gülvedirə öz işindədir. Ona siz maraqlı deyilsiniz heç. Amma sizə maraqlıdır Gülvedirə. Öz həyat səviyyənizi bilmək üçün dünənki webinara baxmaq lazım idi. Baxmısınız yoxsa yox? Mən zapislər olacaq ya olmayacaq bilmirəm. Söz vermirəm. Bilmirəm bunu olacaq ya yox. Gedişata baxırıq biz. Tak, ikinci səviyyədən proqramlamanı necə eləyirik? Artıq biz məsuliyyət alırıq. Resursumuz çatır ki, bütün həyatımızı inşa etməyin. Çünki resurs, bir daha təkrar eləyirəm. Resurs birinci həyat səviyyəsində emosional bagajı daşımağa gedir. Всё. Unudun başqa şeyləri. Motivasiyanı unudun. Hər şeyi unudun. Yoxdur motivasiya. Sənin resursun bagajını daşımağa gedir. Və sən resurs tapa bilmirsən ki, həyatını kərpic-kərpic inşa eləmək üçün gözün açılsın, fürsətləri dəyərləndirəsən, özün üçün bir şeylər eləyəsən. Mən, inanın mənə, 5 il öncə, 5 yox, 6 il öncə ilk dəfə çox böyük ödənişlər verib, tanınmış insanlardan. Elə belə yox ha. Mən dedim ki, mən istəmirəm elə belə. Mən başladım birbaşa. Ən yaxşılar, ən belə şey, böyük proqramlar və s. Dedim, mən daha ödənişsiz yox. Mən istəyirəm ödənişli. Nə varsa hamısını alıram, gecə gündüz yatmıram, öz üzərimdə işləyirəm. Texnikalar, podkast var, dərin webinarlar, kölgələrlə iş, mama papa terapiya, o, bu, hamısı. İnsanlar mənə deyirdi ki, sən dəlisən, sən buna pul yatırırsan, o pulu ver özünə kofta al, nə bilim nə. O insanlara sadəcə resurs çatmırdı. Mən isə resurs tapmışdım. Resurs tapmışdım ki, özüm üçün addım atım. O insanlar bunu deyənlər, o vaxtlar mənə dəli deyənlər, mən o insanların metodlarını da unutmuşam. Mənə təsir eləmirdi. Çünki mənim gözüm dönmüşdü. Mən sizə danışmışdım ki, mən 6-7 il öncə idi, danışmışdım sizə ki, mənim dönüş nöqtəm o oldu ki, mən elə bildim ki, mənim həmin anda uca həyatım bitdi. Mən huşumu itirdim, görüntü getdi, belə iflic vəziyyətə düşdüm anlıq və o anda mənim gözüm döndü. Elə bir ki, Allah mənə belə bir situasiya göndərdi ki, sən bütün bədənin iflic vəziyyətə düşdün bir anlıq. Və o anda iki yolum var idi. Ya qurban roluna düşəcəkdim, sadəcə 5 dəqiqəlik bir an idi o. 5 dəqiqəlik bir an. Sadəcə mən, insan qorxmalıdır bəzən irəliləməsi üçün.
və mən qorxdum. Doğrudan da ölüm qorxusu çox pis bir şey. Mən qorxdum. Mən başa düşdüm ki, mən indiyə qədər heç nə yaşamamışam həyatımda. 23 yaşım var və mən heç nə də, yəni həyatımı prosto puç eləmişəm öz duyğularıma, öz beynimin içərisində kakaşkalara prosto. Bu zirzibilə özümü qurban eləmişəm. Mən o anda 5 dəqiqə içərisində Allaha bir dua elədim ki, yox. Mən bundan sonra dəyişir hər şey. Yox. Məsuliyyəti götürürəm, gözüm dönür. Əgər həyatıma davam eləyəcəmsə ki, o şansı mənə ver, mən isbatlayacağam ki, doğrudan da bu həyatı, sənin mənə verdiyin həyatı mən boşuna yaşamıram. Mən özümə zülm eləmirəm. O anda mənim gözüm elə dönür ki, o situasiyadan, cəm 5 dəqiqəlik bir situasiyadan sonra. İnsanı düşünün, əlim ayağım iflic olur. Mən o orada mən sadəcə olaraq 5 dəqiqə ərzində başa düşdüm ki, əlimiz, ayağımız, burnumuz, ağzımız, səsimiz, nə bilim bizə verilən o təfəkkür, hər şey necə dəyərlidir və necə biz onu zibil eləyirik. Mən təsirlənərdim əgər bu hadisəni yaşamasaydım. Mən o anda böyük bir yaradan sanki, mən o qədər uzaqlaşmışdım ki Allahdan sanki, özümdən, Allahdan, inancdan. O emosional baqaj o qədər çox idi ki, hər şeydən uzaqlaşdırmışdı məni. Həyatı hiss eləməkdən, boz idi hər şey mənim üçün. Rəngli bir şeyə belə baxırdım, boz rəngdə görürdüm və Allah sanki məni ayıltmaq üçün belə bir situasiya baş verdi və o situasiyada sadəcə 5 dəqiqə ərzində mən dərsimi aldım. Mən başa düşdüm ki, necə dəyərlidir hər şey və mən qurmalıyam. Və o anda gözüm döndüyü üçün mənə heç nə təsir eləmirdi. Oca kim nə deyirdisə, dəli olmusan, bu qədər pul, nə bilim, səhifəvi açıq istifadə eləməyə başlayırsan, başın xarab olub, işdən niyə çıxırsan, nə bilim nə. O qədər söz deyilirdi, dəyirdi, qaydırdı və eşitmirdim belə. Prost danışırdılar, mən eşitmirdim onu. Resurs tapmışdım mən o durumdan, aqressiyadan. Aqressiya gəldim, özümə qarşı aqressiya gəldim. Özümə qarşı aqressiya, heç kəsə qarşı yox. Özümə əsəbləşdim ki, sən gör nə vəziyyətə salmısan özünü ki, sən belə bir situasiyaya düşürsən cavan yaşda. İnsanlar bu yaşda balaca uşaq kimidirlər, amma e, çoxunuz yazırsınız ki, belə pis durumda olanda mən qarşınıza çıxmışam. Çox sevinirəm həqiqətən. Mən zaten bunun üçün çalışıram ki, səhifəmdə və s. Hı -hı. Bəli, insan qərarlı olanda hər şeyə pul tapır. Təlimə. Uje mən məsələn təlimlərin linkini falan, proqramını əvvəldən qoymağı da dayandırmışam. Çünki sən qərarlısan, sən həqiqətən istəyirsən, sən lazım deyil 10 dəfə izah eləmək. Sənə lazım deyil 10 dəfə inandırmaq. Sən özün biləcəksən. Dünən də demişəm, bugün də demişəm ki, sentyabrda bizim Primer adlı 3-cü həyat səviyyəsini proqramlamaq üçün dərin şüuraltı proqramımız olacaq. Çox maraqlı bir layihə olacaq bu. Vsyo, kifayətdir bu. İnsan artıq istəyirsə bunu, resurs tapırsa, həqiqətən fürsət dəyərləndirmək istəyirsə, bu kifayətdir, ardı lazım deyil bundan sonrası. Mən yəni bu qərarı vermişəm artıq. Yəni kiməsə ardı lazımdırsa, o deməli prosta hazır deyil. Yəni nə lazım? Onsuz da biz neçə nəfəri proqramdan uzaqlaşdırırıq başlayan kimi. Kim ki hazır deyil, kim ki məsuliyyəti bizim üstümüzə atmaq istəyir, kim ki sehrli çubuq gözləyir, kim ki fal kimi baxır buna və s. inanmır, nə bilim və s. və s. Papa terapiyaya qatmaq istəyəndə WhatsApp-da hamıya yazmışdım. Çünki həqiqətən istəyəndə bəli, tapıb yazırsınız. Ehtiyac belə yoxdur. Ona görə də mən 3 ildir DM-də heç kəsə cavab yazmıram. Hı -hı. Növbəti master koçu mən keçən dəfə demişdim ki, son master koçu idi. Növbəti isə ilin sonunda olacaq. Mən bunu demişdim. Vaxtında demişdim. Həyat səviyyəmizi dünənki webinardadır. Tak, o da dünən də qaldı. Dünənki webinar. İkinci həyat səviyyəsinə resurs tapdıq. Bəli, gəldik çıxdıq ikinci həyat səviyyəsinə. Resursu tapmışıq, emosional baqajı işləmişik. Neyinirik? İkinci həyat səviyyəsindən özümüz öz sinir sistemimiz və rəftar biçimini seçməyə başlayırıq. Özümüz öz sinir sistemimizi başlayırıq öyrətməyə ki, sənə necə davranılır. Məsələn üçün, atıram. Tutalım ki, məsələn özümü götürüm. Misal mən öz üzərimdən verəndə xoşunuza gəlir. Mənlə uşaq vaxtından bəri, çünki hamı mənə hədiyyələr alır və qızları kimi maraqlandıran bir sualdır. Reallığında yaratmaq ki, hamı ona hədiyyələr alsın. 5 işarəsi qoyun. 5. 5 qoyun. Hədiyyə mövzusu. Çünki qızları ən çox belə
İndi çoxu bura gəlib ki, üçüncü həyat səviyyəsi, təslimiyyət falan. Amma içdən-içə bütün qızlar istəyir yəni. Girly girly, hədiyyəsi olsun. Kişilər də başqa bir şey istəyir. Əslində onu da beyninizdə tuta bilərsiniz bu misalın üzərindən. Qızlar, yəni içdən kim nə desə deyə, nə qədər bir qadın, nə bilim, dastigator olsa da, ruslar demiş, nə qədər o güclüyəm, at çapıram, nə bilim, itlərlə savaşıram, tülkülərlə oynayıram, nə qədər belə eləsə də, yenə də qadın girl girl, yəni qız qızdır da, qadın qadın, neçə yaş olursa olsun, o istəyir dəyər görsün, o istəyir, nə bilim, çiçək, böcək, belə şeylər. İçdə bastıranlar belə. Nəysə, mən uşaq vaxtından bəri, yeniyetmə vaxtından bəri xüsusilə də diqqətlə dinləyin bu hissəni, bütün həyatınızı başa düşəcəksiniz. Sadə misal üzərindən verirəm ki, böyük şeyləri də başa düşəsiniz. İkinci səviyyədən də bu izah. Biri həll eləməmişiksə, ikidən izahım heç bir əhəmiyyət daşımır. Bunu da bir yerə yazın, sonra dinləyin. Birdə emosional baqaj həll edilməlidirsə, ikidən baş verən şeylər heç bir əhəmiyyət daşımır. Başa düşürsünüz? İkidəki izahlar heç bir əhəmiyyət daşımır. Ona resurs yoxdur hələ çünki. Ora çatılmayıb hələ çünki. Tak, qısacası. Mənlə bağlı maraqlı bir şey var. Bəzi insanlarda bəzi şeylər uşaq vaxtından bəri avtomatik proqramlanıb və alınıb. Bəzi şeyləri isə mən sonradan özümə proqramlamışam, alındırmışam. Hədiyyə mövzusu məndə çox rahat alınan bir şey olub həmişə. Yeniyetmə vaxtından bəri xüsusilə də maşın, yəni mənim ailəm imkanlar aşağı idi, amma yenə də sırf bayram günlərində, sonra hətta mənlə bir yerdə oxuyanları hardasa görsəz, təhsil alanlar mənlə, məktəb çox dəyişmişəm, amma hardasa mənlə bir yerdə kimsə təhsil alıbsa, təsdiqləyər onlardakı, doğrudan da belə baş verirdi. Mama gir maşın göndərməli olurdu bir neçə dənə ki, mənim hədiyyələrimi götürsünlər doğrudan da. Bu bir neçə dəfə təkrarlanıb və həmişə mama gəlirdi dalınca ki, hədiyyələr o qədər çox olurdu ki, bayram, seyran, adi günlərdə belə. Şimdi bu indiyə qədər davam edir. Belə bir şey var ki, hədiyyələr hamı davamlı kim hamı mənə hədiyyə, yəni harasa gedirlərsə, bir şey Asiyanın xoşuna gələrsə, rəfiqələrim olsun, o bu fərqi yoxdur. Mütləq alacaqlar mənim üçün. Mənim üçün bir şeylər kiminsə mənə nəsə alması çox rahat bir şey. İndi sonra qızlar oturur, düşünür, manipulyasiya kurslarına qatılır, bir kişiyə necə hədiyyə aldırmaq, necə eləmək olar ki, rəfiqələrim mənə yaxşı hədiyyə alsın, necə eləmək olar ki, mən həyatdan istədiyim hədiyyələri alım və s. və s. Başlayırlar manipulyasiya öyrənməyə, Esra Ezmecinin kitablarını oxumağa, düşünməyə və alınmır yenə də. İndi mən özümdən misal verim, niyə məndə alınmır? İkinci səviyyədən baxsaq mövzuya, mən özüm özümə sinir sistemimə belə bir şey öyrətmişəm uşaqlıqdan bəri. Bir, mən özüm üçün balaca olandan bəri, balaca evin içində belə ən yaxşı şəraiti yaratmışam həmişə. Yaşım çox az idi. Balaca bir yer ayırırdım. Oranı təmizləyirdim, düzəldirdim, oyuncaqları düzürdüm. Özümə hər şərait ən yaxşısını yaratmaq. Həmişə. Pul tapan kimi evdə çörək alanda, düşəndə. Düşürdüm çörək almağa. Düzdür, yadınızdadırsa o vaxt Məmməd var idi 1000 manat. Çörək isə 750 idi. Yəni mən belə xatırlayıram təqribi. Məmməd idi, verirdilər 750-yə çörək alırdım, 250-si mənə qalırdı. Səhv eləmirəmsə indiki 5 qəpik. 5 qəpik mənə qalırdı. Mən o 5 qəpikləri yığırdım, hesablayırdım, yaşım çox az idi. 4 dənə 5 qəpik yığırdım ki, sonra mən o vaxtdan uşaqlıqdan beynimdə tuturdum ki, hər həftə özümə nə hədiyyə alacağam. Və balaca bir uşaq butkası var idi. Mən gedirdim ora, oradan hədiyyələr alırdım, evdə onları polkaya düzürdüm. Yəni özümə o qədər kraliçə kimi davranırdım ki. Məsələn, mənim atam mənə heç şey eləməyib də ki, oyuncaq alım. Ona imkan yox idi çünki. Və yaxud da mama gedib mənə heç vaxt oyuncaq almayıb. Amma mən özümə o şəraiti yaradırdım. Ən yaxşısını. Özümə bax belə davranırdım. Və önəmlisi budur ki, təkcə özümə yox, çünki sinir sistemi artıq belə öyrəşmişdi ki, əgər bir rəfiqə, bir qız, bir oğlan, fərqi yoxdur, hətta müəllimələrim belə. Mənə o diqqəti göstərmirsə, sinir sistemi onu tanımır belə. Yəni şey getmir. Zamыкание gedir orada, tanımır onu. Başa düşürsüz? Yəni özüm öz sinir sistemimi uşaq vaxtından bəri elə öyrəşdirmişəm ki, başqa türlü olan bir şey bu sinir sistemi tanımır belə. Yəni, görmür belə, eşitmir belə, reallıqda yoxdur belə. O tərəf salam belə verə bilmir. Başa düşürsüz? Yəni prosta sinir sistemi bunu öyrəşib. Və təkcə özümə rəftarım yox. Özümə elə doldururdum ki, o hədiyyə ilə sevdiyim şeyləri almaqla uşaq vaxtından bəri
Bütün ə, bir dənə ən yaxın rəfiqəm var idi, amma məktəbdə belə qızlar falan hamısı məni belə xatırlayırlar. Xüsusən də lap uşaq yaşlarımı götürsək, 5-ci, 6-cı, 7-ci sinifləri. Hamısı məni belə xatırlayırlar ki, Asiya demək olar ki, hər həftə hədiyyə verirdi kiməsə. Hədiyyə ilə gəlirdi. Doğrudan da. Bir rəfiqəm var, ona həmişə şeirlər yazıb hədiyyə eləyirdim, o birisinə atqırtqalar düzəldirdim, müəllimələrimə, day nələr eləmirdim. Çünki özüm də doluydum, o doluluqla başqalarına da xidmət eləyə bilirdim. Bu olur üçüncü səviyyə, düzdür? İkinci səviyyədə mən sinir sistemimi öyrətdim. İkinci səviyyədən doldum, dünən biz izah eləyirdik. Üçüncü səviyyədə isə xidmətə keçdim və bunun qarşılığı nə ilə gəlir mənə? Ona görə yox ki, Allah sənə karmalarının qarşılığını göndərdi, tale yazıb. Yox, yox. Sadəcə sinir sisteminə responsdur bu. Sinir sistemində gedir hər şey. Sən oturub Allahdan hədiyyə gözləsən, Allah da deyəcək ki, mən sənə sinir sistemi vermişəm, mən sənə şuuraltı vermişəm, mən sənə şuur vermişəm, mən sənə əl, qol, ayaq, göz, hər şey vermişəm. Sənsə oturmuşsan, əlini açmısan, məndən nəsə gözləyirsən. Təslimiyyət bu deyil. Başa düşürsünüz nə demək istəyirəm. Yəni, mən sinir sistemimi nəyəsə öyrəşdirirəm, necəsə bir şeyə, o şeylə özümü doldururam, sinir sistemimi öyrədirəm və sonra o doluluqla, ikinci səviyyədən olan doluluqla mən gedirəm xidmətə keçirəm və dünyada və əlbəttə ki, mən insanlara qarşı bu cürə davranıramsa, onlar da mənə bu cürə davranır və hər şeyi bizim ilmək-ilmək, kərpic-kərpic nə əkirik, onu da biçirik. Və sadəcə bu uşaq vaxtı yaşadığım o hədiyyə mövzusu ki var, sonradan bütün həyatımı bu cürə mən ilmək-ilmək əkirəm. Bax, bəzən qızlar deyir ki, mənə kişilər niyə pis davranır, yaxşı davranmır? Məndən tutaq ki, deyirlər, ancaq cinsəllik istədilər, nə. Amma sən baxmalısan ki, sənin özünün kişilərə qarşı rəftarın necədir? Kişi sadəcə bir kişi deyil ki, sadəcə Əbülfəz deyil ki, məsələn üçün götürsək. Ümumilikdə kişilər dünyasına qarşı sən nə edirsən? Sinir sistemin öz daxilindəki kişi, öz daxilindəki qadına necə davranır bəs? Sonradan bu rəftarla sən özün kişilər dünyasına qarşı və yaxud da özün başqa qadınlara qarşı necə davranırsan? Məsələn üçün, əgər mən bir qadın kimi başqa qadınları qəbullanmıramsa, öz içimdəki kişi eləyir axı bunu. Öz içimdəki kişiyi başqa bir qadına, rəfiqəmə, mən həmişə rəfiqələrimi gül çiçəklə qarşılayıram, gül alıram, hədiyyəsiz getmirəm onları görməyə, demək olar ki. Mən bunu başqa bir qadına içimdəki kişi məsuliyyət toplayıb eləmirsə, xidmətə keçmirsə, mən necə gözləyim ki, dünya da mənə eyni şeyi qaytaracaq? Axı hər şey bumerangdır, amma kosmik şeydə yox, bu yəni falçı kimi yox ki, yəni bumerangdır, başından düşdü, nə bilim nə. Belə yox. Sadəcə olaraq hər şey məntiqli bir izahdır. Sinir sisteminin respons gedir. Yəni sinir sistemi öyrəşib ki, bəli, bu cürə hisslər keçirmək, bu cürə davranış mənə tanışdır, mənə doğmadır. Bu cürə davranış biçim mənə doğmadır, özümü bununla doldururam, sonra dünyaya da bu cürə xidmət göstərirəm və dünya da eyni xidmət səviyyəsini mənə qaytarır. Fisyo. Mən vericiyəmsə, dünya da mənə verir. Mən sıxıcıyamsa, sıxıb saxlayıramsa, hər şey dünya da məndən sıxıb saxlayır. Mən özüm öz emosiyalarımı, özüm öz emosiyalarımı rədd eləmirəmsə, başqası rədd eləmir. Məsələn, mən bayaq gözəllik salonundayım, oturmuşam, baxıram, bir böyük rəf var. Böyük bir rəf var. Və o böyük rəfdə çoxlu saç məhsulları var. Dəhşət çox. Və bilirsiniz, mənim hal-hazırda problemim kimin səsi açıqdır? Mənim problemim hal-hazırda saç mövzusu. Saçlarım töküldü, daha da nazikləşdi və s. və s. No, fakt. Və mən otururam, məsuliyyət götürürəm. Deyirəm ki, yaxşı, mən indiyə qədər saçım üçün neynəmişdim? Heç nə. Mən bugün o rəfə baxıram salonda. Qadınlar nə qədər saç məhsulu alır, nə qədər fərqli-fərqli şeylər var. Mən baxıram, prosto clueless, ingilislər demiş. Prosto belə baxıram ki, heç başım çıxmır da, yəni bunlar nədir? Sonra fikirləşirəm ki, Asiya, bax, hər şey əslində haqlı baş verir. Əgər sən ümumiyyətlə indiyə qədər öz saçıva bu şeyə resurs təşəməmisənsə, sən nəticə olaraq gözləyə bilmərsən ki, sənin, nə bilim, Rapunzel kimi saçın olacaq. Əlbəttə, dönəmsəl töküləcək, dönəmsəl, çünki sən buna resurs təşəməmisən.
Eyni şey figuramızla bağlı, eyni şey insan münasibətləri ilə bağlı, eyni şey ailə qurmaqla bağlı. Yenə də deyirəm, sən ailə qurmaq istəyirsənsə, ayağa qalxırsan, addım atırsan, bunun üçün nələrsə eləyirsən. Yoxsa oturub gözləmirsən ki, Allah mənə nə vaxtsa göydən bir şey düşəcək, bir alma, bir kişi başıma düşəcək. Ya da bir qadın başıma. Bəzən kişilər vəbşə şey eləyir. Bir qadın yoxdur məni sevməyə. Amma ki sən bəs bir qadın üçün nə edirsən sən? Ən azından öz maman üçün nə edirsən sən? Axı sən nəsə eləməlisən bu qadınlar dünyasında ki, onlar da səni sevsin. Həyat amöb kimi yaşamırıq. Və bu nəsə eləyə bilmək, xidmətə keçə bilmək, üçüncü həyat səviyyəsinə keçə bilmək üçün biz nə etməliyik? Bir, ikinci səviyyəyə keçmək sonra şey, yəni öz sinir sisteminizlə bir işləməliyik. Sinir sistemimizi yeni yazılmış qayda, qanun, hisslərə öyrətməliyik. Sonra xidmətə keçməliyik. Sonra o bumerang işləməyə başlayır. Uca hə, sən deyə bilərsən ki, mən dəyər verdim, dəyər gördüm. Mən bunu elədim, nəticə gördüm. Mən bugün bir daş qoydumsa, ev tikdim, satdım, nə bilim, pul qazandım da tutaq ki. Pul da axı başımıza tökülmür. Allah heç kəsin başından pulu prosta tökmür. Baxın görün nə yazırsınız. Mən deyirsiniz, bir dənə baxın sonraya, xahiş edirəm. Sadəcə insanlar özünə kənardan baxmalıdır həmişə və mən sizə kömək eləmək istəyirəm kənardan özünüzə baxasınız. Bir nəfər yazır ki, mən istəyirəm ki, mən boşanmayım. Məqsədə baxın. Mən istəyirəm mən boşanmayım. Mən bir nəfəri tapım yazır kimsə. Sonra boşanım. Amma mənim qarşıma niyə evlilər çıxır? Nə, məqsədə baxın. Mən istəyirəm ki, qarşıma deyirsiniz, evli adamlar çıxmasın. Amma mən özüm də evliyəm deyirsiniz. Mən istəyirəm ki, boşanmayım, birini tapım. Hansı ki, mənlə evlənəcək, mən sonra boşanım. Bəli, çünki sən özün evlisən, sən kişilər dünyasına ümumiyyətlə hörmət eləmirsən. Sən birinci başladın öz evli olduğun insana hörmətsizlikdən. Sən sinir sisteminə də, içindəki, daxilindəki o kişi, qadın, aləm bir-birinə dəydi. Öz sinir sisteminə də düzgün getməyən bir şeyləri göstərdin və öyrətdin. Sonra dünya da sənə eyni şey qaytardı. Və bəzən deyəcəksiniz, yaxşı, mən subayam, niyə mən ancaq evli kişilər gəlir? Çünki sən subaysan, amma hələ də daxildə başqa bir şeyə enerji xərcləyirsən, başqa bir partnyora, fikrindədir hələdir. Ya da ana atana hələdir, bu da emosional baqajınla əlaqədəsən, bəlkə də daxilində fərqində deyilsən ki, enerjin başqa yerdədir əslində. O kişilərdə deyil enerjin. Heç bir kişiyə sən tam fokuslana bilmirsən. Ona görə sənə fokusu yarımçı olan evli kişilər gəlir. Nəysə. Yəni bu cürə, hər şey bu cürə daxilimizdə başlayır, sonra çöl dünyamızda. Daxilimizdə başlayır, sonra çöl dünyamızda. Nə qədər səmimi baxsaq, özümüzü günahlandırmadan. Özümüzü günahlandırmadan. Çünki sən özünü günahlandırırsansa, sən nəticəyə gələ bilmirsən, reallığı qəbul edə bilmirsən. Kimsə deyir subayda, amma fokusu özünə verir. Çünki sizin də özünüzün də fokusunuz özünüzdə deyil. Hər bir mövzunu həmişə master koçlarıma da öyrədirəm. Birinci səviyyədən işləyirik, sonra ikinci səviyyədən, sonra üçə keçə bilirik. Yəni oppanı üçə keçmirik. Bəzən insan böyük bir emosional baqaj daşıyır, amma təkidlə deyir ki, mən təslimiyyətdəyəm, mən kontrolu buraxıram, bla bla bla. Əslində isə heç nə yoxdur orada. Sən emosional baqajla sən heç yaradanı belə hiss edə bilmirsən, qaldı ki, başqa bir şey. Özü başqasına etdiyinin eynisi qarşısına çıxmır. İnsan özü özünə etdiyinin nəticəsini görür həmişə. Başqasına yox. Başqası nə başqası? Başqası nədir? İnsanın özünün özü ilə münasibəti o qədər böyük bir enerji daşıyır ki, başqası burada heç nə. Heç nə. İnanın mənə heç nə. Sən özün özünlə rəftardan başlayır hər şey çünki. Özün öz qarşında birinci məsuliyyət var. Bəzən insanlar deyir, mən Allah qarşısında
Allah qatında günah işləməyim, amma insan birinci özünə baxmalıdır ki, yaxşı, məni də Allah yaradıb. Mən özüm özümə qul haqqım deyirlər, məsələn, ona girirəmmi? Mən özüm özümlə necə davranıram? Özüm öz içimdə nələr eləyirəm? Özüm özümə qarşı nə hiss eləyirəm vəbşə? Özüm özümə necə baxıram? Məsələn, düşünürsünüz ki, kasıb ailədəyəm, amma varlı biri ilə evlənə bilmərəm. Yox. Mənim ilk evliliyim, mən məsələn imkansız ailədə böyümüşdüm, amma ilk evliliyim imkanları yüksək olan birindən almışdım. Ona görə yox ki, mən hardasa axtarırdım elə bir insan, yox. Sadəcə ona görə ki, mən öz üzərimdə işləyirdim. 16 yaşından. Sadəcə ona görə ki, mən getdim, gecə-gündüz yatmadım, oxudum. Çox bahalı bir məktəbə ödənişsiz düşən 10 uşaqdan biri oldum. Bunun nəticəsində sonra da gecə-gündüz yatmadım, oxudum. Mən çox yüksək bal yığıb elə bir universitetə daxil oldum ki, həmin universitet ödənişlidir, amma mən yarı belə elə oxuyurdum ki, həm işləyirdim, həm yarı ödənişə düşürdüm və s. Ad Universitetində oxudum. Və sonra Ad Universitetində qrup yoldaşı mənlə tanışdı, ailə qurdu. Başqa, yəni orada oxumurdu əslində. Sadəcə çerez-çerez baş verdi bu. Yəni mən faktiki olaraq liseyə girməsəydim, sonra da Ad Universitetinə girməsəydim, öz əməyim olmasaydı orada, öz üzərimdə işləməsəydim, faktiki olaraq ilk evliliyimdəki adamla yox, tamamilə fərqli biri ilə ailə qurardım. Düzüm? Eyni şeydə indiki həyatım. Mən indi də elə bir yerlərə gedirəm ki, özümə həqiqətən də uyğun, enerjide olan insanlarla qarşılaşıram. Və bu qarşılaşmalar, istər dostluqda və s. mən sizə deyirəm, son rəfiqələrim mən Dubayda müharibədə, tenis kampında olarkən müharibədə ilişib qarajda yox, podvalda ilişərkən, yəni podvala raket atırdılar deyə bizi podvala yığmışdılar. Orada da nə bilim bir 100 nəfər var idi podvalda. Hamı ağlayırdı. Mən orada rəfiqələrimlə tanış oldum podvalda, pijamada. Yəni bunun üçün sırf məsələ sadəcə enerjidədir, başa düşürsünüz? Çünki orada podvalda 100 nəfər hamı bir-biri ilə danışırdı, ağlayırdı, hamı bir-birinə dəstək olmağa çalışırdı və hamı bir-birini uca tanıyırdı podvalda. Elə bir vəziyyət idi ki, yəni doğrudan hamı bir-birinə girmişdi. Və niyə o podvalda sən başqası ilə yox? Mən həmişə düşünürəm, o situasiya mənə çox şey öyrətdi. Niyə o podvalda mən başqaları ilə yox da o 100 nəfərin 97-si ilə yox da məhz bu 3 xanımla yaxınlaşdım, dostlaşdım və s. və s. Niyə? Sonra özümə sual verirəm. Ad yox, san yox, Instagram yox, kim hansı sahədə məşğul olur bilmirsən, kimin nə qədər pulu var bilmirsən. Bəzi insanlar ümumiyyətlə çöldən gəlib içəri girmişdi. Yəni heç oteldə qalanlar deyildi. Bəli, ona görə də imkanları yüksək olan biri ilə ailə qurmaq üçün sən daxildə o əməyi verməlisən, o vibrasiyaya keçməlisən, o imkanları yüksək olan duyğulara keçməlisən daxildə. Çünki bu başqa türlü yalnız və yalnız sən düzgün olmayan sadəcə əlaqələr quracaqsan, özünü qurban verəcəksən, özünə xəyanət edəcəksən və öz qul haqqına girəcəksən. Həyat səni kimlənsə görüşdürmür, dostlar. Həyat elə bir şey deyil ki, karma səni görüşdürür, yaradan başına sal, nəsə yox. Sən özün öz sinir sisteminlə bir şey ya tanıyırsan və seçirsən, ya da tanımırsan və seçmirsən. Bu qədər sadədir hər şey. Çünki hər şey yaradan onsuz da bu dünyada sənin üçün göndərib. Hər şey buradadır. İtaliya da bu dünyadadır, Fransa da bu dünyadadır, Bakı da bu dünyadadır, nə bilim, Maldivlər də bu dünyadadır. Hamısını yaradan ucu yaradıb göndərib. Qalır qalanı sənə. Sənə də bir sinir sistemi verilib, sinir sistemini idarə edən duyğular verilib, o duyğuları yaradan bir şüuraltı sistem verilib. Bu sistemlər hamısı onu gətirib çıxarır ki, dünən də danışdığımız kimi sənə nə tanışdır, nə tanış deyil. Sən nəyi seçirsən, nəyi seçmirsən. Belə bir şey yoxdur ki, həyat səni qarşılaşdırdı kimlənsə. Həyat səni qarşılaşdırmır kimlənsə. Hər gün, hər gün yüzlərlə insan qarşısından keçirik. Təsadüflər deyilən bir şey belə sənin sinir sisteminin necə deyərlər, cavab sistemidir də elə bil ki, sinir sistemin nəyi seçir, hara doğru getməyi seçir, nəyi təhlükəsiz hesab eləyir, nəyi normallaşdırır və s. və s. və s. Okey dostlar, bugünkü izahlardan və dünənki izahları da toplayanda biz başa düşdükmü ki, aura necə yaradılır, üçüncü həyat səviyyəsinə necə keçilir? Sabah biz hazırıqmı texnikalarla işləməyə? Sabahki gün son günümüzdür.
Sabah biz daha dərinləşirik, lap dibə batmağa başlayırıq və sonra sıçrayırıq. Və 9 rəqəmini yazın. Əgər hər şey aydındırsa, sabahki günə də hazırsınızsa, çünki sabah texnikalarla işləyəcəyik dərindən. Marafonumuz sabah sona çatır. Sabah Prime Era üçün bilmirəm, qeydiyyat açaram, açmaram, söz vermirəm. Amma sabah bizim son gündür. Mən dünəndən, yox, dünəndən hazır ola bilmərsiniz. Çünki etap-etapda hər şey. Bugünkü hissəni bilməsək, biz sabaha necə keçərik ki? Həyatda hər şey bu cürdür. Hmm. Birdə olan necə, üçüncü texnikanı necə? Baxın, üçüncü səviyyənin texnikaları həmişə resurs gərəkdirən bahalı texnikalardır. Bunu məncə başa düşürsünüz. Və ödənişsiz hissədə maksimum təhlükəsiz şəkildə mən bunu təşkil edəcəyəm ki, o qədər də necə deyərlər, kiminsə resurs xərcləyib almalı olduğu bir şey burada elə belə verməyim mən. Həqiqətən sizin resursunuz nəyə götürə bilərsə, bu hissədə o qədərini edəcəyik biz. Yəni narahat olmayın, tam güvəndə olun. Mən sizi lap çox sevirəm bu arada. Yazırsınız məni çox sevdiyinizi. Mən sizi çox sevirəm. Ümumiyyətlə mən bayaq düşünürəm dostlar, gəlin biraz fəlsəfi söhbət eləyək, sonra bitirək. 5 dəqiqə vaxtımız var hələ. Mən bayaq düşünürəm. Ə, Keçənlərdə dostlar, maraqlı bir şey deyim. Siz də mənə fikir mübadiləsi eləyək. Keçənlərdə rəfiqəm deyir ki, mən deyir aşiq olmaq istəyirəm. Bu arada kimlər eyni sorğunu istəyir? Yəni 7 rəqəmini qoya bilərsiniz, aşiq olmaq istəyənlər. No, rəfiqəm deyir ki, mən aşiq olmaq istəyirəm. Özü belə türkçə deyir ki, aşiq olmaq istəyirəm artıq. Mhm. Sonra mən oturub, yəni o anda mən ona cavab vermədim. Çünki mən çox zaman rəfiqələrim məndən nə soruşanda məsləhət demək olar ki, heç vaxt vermirəm. E, Yadımda saxlayıram. Sonra beynimdə analiz gedir. Çünki biraz fəlsəfi bir insanam və sonradan gedir məndə bütün hər şey. Düşünməyə zaman verirəm özümə. No, aşıq olmaq istəyirəm deyib. Mən də hal-hazırda subayam və başladım düşünməyə. 2 gündür təqribən. Hə, 2 gündür mən düşünürəm. Bugün mən cavab tapdım. Özdə baxın, üzümə maska eləyirəm və o anda cavab tapdım mən. Ki fikirləşdim ki, həqiqətən də demək olar ki, hər insan aşiq olub və aşiq ola bilər. Bu çox rahat bir şeydir, aşiq olmaq. Bilirsiniz niyə? Çünki kinoya da baxıram. Orada Zeytin Ağacı kinosunda son şeydə sezonda yaraşıqlı bir Yunan gəlir. Aşpaz oranı görmüsünüz. Qız görən kimi ona aşıq olur. Yəni aşıq olmaq bu qədər rahatdır. Məsələn, mən Çağatay Ulusoyu görürəm, aşıq oluram ona. Çox rahatdır. Çünki yaraşıqlı gəlir mənə, düzdür? Və bu çox rahatdır. Yəni gördüm, aşıq oldum. Yəni bu çox rahatdır. Aşıq olmaq nədir? Çünki aşıq olmaq sırf hormonal baş verir. Sən baxırsan, travma birləşməsi falan deyirlər. Sən baxırsan, ya görünüşü xoşuna gəlir deyə burada hər hansısa bir fantazisər kontekst girir bura və sən aşıq oldun. Və yaxud da bir travma birləşməsi baş verir. Uşaq vaxtında ata-anan səninlə hansısa bir duyğu yaşadıbsa, eyni duyğunu sənə yaşadan bir insana aşıq olursan prosto. Və bunu hamı bacarır, hamı çox rahatdırsa və s. Mən bayaq belə bir şey düşündüm ki, yaxşı. Aşıq olmağı hamı bacarırsa, uşaq vaxtından belə elə bir uşaq yoxdur ki, yeniyetmə vaxtı aşıq olmasın. Yəni hamımız aşıq olmuşuq da. Yəni bizdə bir oğlan var idi hətta sinifdə. Adını belə xatırlamıram, amma görüntü olaraq qaşı, gözü, burnu, ağzı hamısı yadımdadır. Mən ona aşıq olmuşdum məsələn. Özünün xəbəri də yox idi. Mən oxuyurdum 4-cü sinifdə ya 5-ci sinifdə. Mən ona aşıq olmuşdum prosto. Məsələn, özünün də xəbəri yox idi. Mən fikirləşdim ki, ümumiyyətlə yaşayışımız ərzində, həyatımız ərzində nə qədər çox aşıq oluruq və demək olar ki, hamımız aşıq oluruq və bu televizordan Çağatay Ulusoyu görüb aşıq olmaq qədər rahatdır. Və o qədər də dərin deyil. Çünki mən tanımıram, yəni bilmirəm heç Çağatay Ulusoyun ad gününə vaxtı onu belə bilmirəm. Yəni boyu necədir, yaxından necə, bilmirəm, prosto elə belə.
Fantastik bir şeydi yəni. Baxdım, aşiq oldum, söz. Amma sevmək məsələ burasındadır. Çox insana aşiq olmaq çox belə bir şey kimi gəlir də, belə həyəcanlı bir şey kimi gəlir. Niyə? Mən başladım düşünməyə fəlsəfi. Çünki uşaq vaxtından kim ki adrenalin bağımlısı olub, böyüdüyü evdə nəsə orada action yaşayıb, nə bilim, mama atıya xəyanət eləyir uşaq vaxtı. Ata isə gedir Santa Barbara yaşayır. Sonra mama ilə ata dalaşır. Sonra ata mənə bir şapalaq vurur. Sonra mən mamaya bir şapalaq vururam. Nə bilim, mən uşaq vaxtı Santa Barbaranın içində yaşayıram, düzdür? Bu yaranır məndə adrenalin bağımlılığı və sonradan mən bir dənə söz var, çöpə gülən deyirlər. Mən də deyirəm ki, gördüyünə aşiq olanda, yəni çöpə gülən aşiq sanki belə baxır hamıya aşiq olur. Çünki nə? Adrenalin bağımlısıdır və o aşk dediyimiz şey çox rahatdır. Çünki uşaq vaxtı yaşadığın o adrenalin bağımlılığını sən prosto xoşlayırsan ki, mən xoşlayıram məsələn, ləzzət eləyir mənə. Hardasa Çağatay Ulusoy görürəm. Ha, Çağatay gördün, yəni xoşumuza gəlir prosto adrenalin. Değil mi? Xoşumuza gəlir. Bir aralar məsələn Michel Maronu mən görürdüm. Sonra da evimizin altındakı marketə yapışdırdılar onun şəklini. Belə xoşum gəlirdi adrenalin. Gördüm, sonra görmədim. Gördüm, sonra görmədim. Bu çox dərin bir şey deyil. Bu çox səthi bir şeydir. Yəni çox səthi bir şeydir aşiq olmaq. Sadəcə adrenalin axtarır. Amma sonra özümə sual verirəm. Bəs yaxşı sevmək necə? Buna hamının cəsarəti varmı? Çünki sevmək üçün üçüncü həyat səviyyəsində olmalısan. Hamı deyə bilər ki, aşiq oldum, evləndim. Hamı deyə bilər ki, kimdənsə xoşum gəldi, mənə uyğun uydu, ailə qurdum, nə bilim, uşaqlarım oldu, münasibət yaşadım, nə bilim, kəbin kəstirdim və s. Amma həqiqətən də bu sevgidirmi və dərinləşmiş bir şeydirmi? Sevmək üçün çünki emosional baqajın olmamalıdır sənin. Heç olmasa böyük əksəriyyətlə sən dərinləşə bilməlisən bir insanla. Həssaslaşa bilməlisən, ürəyini aça bilməlisən, o həssaslığı göstərə bilməlisən, o duyğuları, emosiyaları, hisslərini, nəyə üzüldüyünü, nə yaşadığını, nə istədiyini egodan yox, dərinləşərək göstərməlisən. Çünki ən azından iki insan bir-biri ilə münasibətdədir, hələ də bir-birinin yarasından xəbəri yoxdursa, hələ də bir-birinə göstəriş eləyirsə, bu ona hədiyyə alır, o buna nə bilim neynir. Bu bir-birinin sevgisini qazanma çabasındadırsa iki insan, biri gedir məməsinə əməliyyat eləyir ki, xoşu gəlsin o birisinin, o birisi gedir özünə bahalı maşın alır ki, xoş gəlsin. Sonra bu birisi gedir ən yaxşı yeməkləri bişirməyə çalışır ki, o həyatında tutsun. Sonra o birisi isə gedir onu ən yaxşı restorana aparır. Və bu sadəcə olaraq səthi bir şeydir də, düzdür? Əsas sevgi dərinləşən bir şeydir. Sevmək böyük bir məsuliyyət, böyük bir cəsarət və böyük bir həssaslıq tələb edən bir şeydir. Bu həssaslığa isə insan sadəcə üçüncü həyat səviyyəsində çata bilir. Və o həssas səviyyədən, ego olmadan, qabıq, zireh olmadan sən bir insanla özün kimi ola bilirsənsə, bu cəsarət tapmısansa, sənin uca aşiq olma ehtiyacın qalmır. Çünki sən sevdiyin insana aşiq olmalı deyilsən. Aşk tamamilə fərqli bir şeydir. Sevgi isə əsl olan bir şeydir. Və mən oturub düşünəndə, biraz da fəlsəfiləşəndə, biraz da dərinə enməyə başlayanda mən oturub fikirləşirəm ki, məsələn, mən sizləri nə qədər çox sevirəm. Aşiq olmamışam, amma sevirəm. Yəni dərinləşmiş bir şeydir. Mən hiss eləyirəm. Bəzən deyirsiniz, necə hiss elədin ki, bu lazım idi? Hiss eləyirəm. Bəzən yatmıram. Məsələn, dünən gecə mən yatmamışam. Niyə? Yatmadım, oturub oxuyuram. DM qutusunu, dərinləşirəm, baxmağa çalışıram. İndi siz nə hiss eləyirsiniz? Yatmamaq normal və ya anormal ola bilər. Həmişə yatıram. Sadəcə dünən mən dərinləşmək istədim, biraz da hiss eləmək istədim, düzdür? Sonra baxıram ki, məsələn, mən doğrudan da izləyicilərimə aşiq deyiləm. Adrenalin yaşamıram sizlə. Amma mən sevirəm. Və məsələn, mən bəzən deyəndə sizi sevirəm, ya da məsələn mən əvvəllər olurdu, təlimlərə qatılırdı bəylər, xanımlar. Həmişə nəsə yazanda mən baxmırdım, bəydir yoxsa xanımdır. Bir şey yazırdım, ardında yazırdım sizi çox sevirəm. Bir şey yazırdım, ardında yazırdım sizi çox sevirəm. Və insanlar elə bilirdi ki, mən təlimə qatılan qızlarla bir də kişilərlə flörtləşirəm. Amma bu səhti bir şey deyildi, dediyim bir şey sizi sevirəm. Bu o demək deyil ki, sənə aşıqam. Bu sadəcə odur ki, sizi sevirəm. Doğrudan dərinləşən, hiss eləyirəm, o deməkdir. Bunu başqa cürə necə ifadə edə bilərəm, bilmirəm.
Və doğrudan da dərinləşilə bilən bir şey, həqiqətən ego olmadan, qarşılıq gözləmədən, özün kimi olaraq. Çünki məsələn məndən soruşurlar, gizlətdiyim bir şey varmı? Doğrudan da yoxdur. Nəyəmsə oyam sizlə, nə yaşayıramsa oyam. Məsələn deyirəm, bəli, ilk sevgim uğursuz olub, bəli, mən seçilməmişəm, bəli, emosional soyuqluq görmüşəm, bəli, bəzən pula görə narahat olmuşam, bəli, imkansız ailədə böyümüşəm. Bəli, müəyyən yaralarım olub, bəli, bəzən atamı görmək istəməmişəm, bəli, sonra atamla münasibəti düzəltmişəm və özüm kimi, necəyəmsə elə, bəli, saçım töküldü, bəli, saçımı kəsdirməli oldum. Bəli, məsələn, bəzən kompleksə girirəm, düşünürəm ki, sinə əməliyyatı eləməliyəm. Bunlar hamısı açıq deyirəm, düzü? Düşünürəm ki, egosuz, yəni tam olaraq maksimum çalışıram özümdən bir şey çıxartmayım özümlə bağlı, dəyişdirməyim özümü, başqa cürə göstərməyə çalışmayım və s. Və bu egosu olan bir şey hiss eləmək, həssaslığını aça bilmək, bu böyük bir cəsarət tələb eləyir. Çünki sən həssas nöqtəni düşə bilirsənsə, necə varsa elə ola bilirsənsə, məsələn, makiyajsızam bu gün, makiyajsız ola bilirsənsə, ya da nə bilim, necəsənsə doğrudan elə ola bilirsənsə, keçdiyin o challenge-larla bərabər, özünün öz hisslərinlə bərabər, yaşantılarından, özündən bir şey şey eləyərək yox, özünü bir şey sanaraq yox. Təkcə səmimiyyətlə də yox, səmimiyyət də biraz səthi qalır burada. Həssaslıqla, təkcə səmimiyyət də yox, həssaslıqla. Çünki həssaslıq sözü sadəcə və sadəcə üçüncü həyat səviyyəsinə aid bir şeydir. Yəni mən öz həssaslığımla burada açığam. Egomla yox, həssaslığımla. Çünki insan həssaslığını gizlətmək üçün zirəhə ehtiyacı olur. Düzdür? Məsələn, kişilər niyə daha çox kişilər siqaret çəkir, alkoqol içir? Çünki onlar həssaslıqlarını gizlətmək istəyirlər. İnanın mənə. Baxarsınız məsələn, hər hansısa bir kişi alkoqolu, siqareti al ondan, bir gün axşama ağlamağa başlayacaq. Həssaslığı açılacaq onun. Maska üçündür bunlar, şey eləmək üçündür. Həssaslığımı basdırırım, başqa biri kimi görsənim və s. və s. Okay? Və 99% deməyək də biz həssas olmaqdan qorxuruq. Qorxuruq həssaslaşmaqdan. Ona görə bizi siqaret qoruyur, bizi nə bilim məmə əməliyyatı qoruyur. Ə, Məsələn, mən həssaslaşmaq nə mənada deyirəm, mən əməliyyat eləmək istəyirəm. Çünki mən biraz şey oluram ki, insanlar məni uşaq kimi görürlər kənarda. Məsələn, bu həssaslığımı qəbul eləyə bilmirəm ki, yaşımı vermirəm, uşaq kimi göstərirəm və istəyirəm nəyisə dəyişim, bəzən ağlıma gəlir və s. və s. Niyə? Çünki öz həssaslıqımdan qorxuram. Və hər şeylə bağlı belə olur. Sən istəyirsən müəyyən atributlar, bəzi insanlar var, markalar taxmadan çölə çıxa bilmirlər, nə bilim, nə. Ə, Amma bunlar hamısı həssaslığımızı gizlətmək üçündür. Prosta həssaslığımızı gizlətmək üçün və ideal olmadığımız həssas nöqtəmizə düşə bilsək, sevə bilərik. Yox, əgər biz sevə bilmiriksə, dərinləşə bilmiriksə, biz başlayırıq adrenalin axtarmağa və deyirik ki, aşk istəyirik. Aşk istəyirik. Çünki sən sevdiyin, həssaslaşdığın insana aşiq olmursan. Yəni çünki mən fəlsəfi düşünəndə həqiqətən də belədir. Niyə? Çünki sən bir insanla həssaslaşırsansa, onu bütün duyğuları ilə, bütün hissləri ilə, bütün həssaslığı ilə, bütün bəzən ideal olmayan şeyləri ilə görürsən, qəbullanırsan və orada ideal bir Çağatay Ulusoy olmur. Düzdür ki, sən aşiq olasan, həmişə hay olasan o adama qarşı. Bu şey deyil. Bu başqa bir şeydir, o başqa bir şeydir. Okay. Ona görə də o həssaslaşmanı, uzun müddətli münasibəti və s. dostla, rəfiqə ilə, hətta sevgili ilə fərqi yoxdur kimlə olur olsun. Uzun müddətli maskasız münasibəti hər kəs öz həcminə sığdıra bilmir. Ona görə də çox insan indi evliliyində belə səthi münasibətləri yaşamağı seçir. Okay dostlar, sabaha hazır olun. Sizinlə sağollaşıram mən yavaş-yavaş. 2000 nəfər deməli bizi Instagramda baxırdı. Zətta 300 nəfər bizə baxdım Zoom-la. Amma hamı başa düşdümü? Yox. Hamı qala bildimi? Yox. Hamı dərinləşə bildimi? Yox. Hamı sabaha hazırlaşa bildimi? Yox. Amma hazır olanlar üçün faydalı olsun deyirəm.
Okey. Sizinlə sağollaşıram. Növbəti görüşlərimizə qədər. Sabah sizinlə canlı 19:19-da mən burada olacağam. Mhm.